Xoş gəlmişsiniz. Gələn ayaqlarınız var olsun. Çox sağ olun. Hacı Sultan ağa da təşəkkür ki, məclisimizə böyülük eləyəcək. Axund Kərbəlayı Seyid Əhməd babam mənim anamın ata babasıdır. Anam Seyid qızıdır. Yəni Seyid Əhməd də Mirəziz, Maşdağada Ərəbəziz kimi tanınan Mirəzizin oğludur. Çox sağ olun, gəlmişsiniz. Zamanı bir salavat Demək, burada uzaqdan, yaxından, burada gəlin edirəm ruhanilərimiz də var, Seyid də burada var, Peyğəmbər övladıdır, Hacı Həsən qardaşımız. Bu ruhanilərlə həmkarlarımızdır. Allah canlarını sağ etsinlər. Burada Eldar müəllim var, xeyriyyətçi insandır, yaxşı, başa çıxandır, qiymət verəndir insanlara. Böyle Qorqud Fondunun prezidentidir. Allah vücudunu bir bəla etsin. Və sahidə indi adını bilmədiklərim var. Bu hamımıza da, bizim üçün hamımıza əziz hörmətimizdir. Hamımıza iştirak edirik burada. Gələnlərin, zəhmət çəkənlərin, salamatlıları, ölənlərin ruhuna salavat çəkir. Qısa deyiləm ki, məlumat kimi deyim sizə indi sonra söhbətə baxarıq da, yaxşı olar. Mən deməli, bu halda Allah Xəyalə xanımı saxlasın, doğrudan da böyük işlər görürük. Bu məclisin əmələ gəlməsinin səbəbini deyirəm. Mən bilmirdim, anasının babasıdır, Şeyx Əhməd, Kərbəlayı Şeyx Əhməd. O mənə zəng vurdu, bir məsələ xəbər aldı, Xəyalə xanım. Dedi ki, babamı, anamın babasıdır, Seyid Əhməd, Maşdağı kəndinin dəfn olunur və 101 yaşında dünyasını dəyişir. Tez-tez yuxuma girir. Tez-tez yuxuma girir. Bilmirəm ki, onu da deyim sizə ki, yuxu yozmayı da çox ağır bir şey, hər adam yuxu yozu bilməz. Çünki deyirlər ki, bəzən deyirlər ki, Həzrət Yusuf yuxu yozma, yox. Həzrət Yusuf'a yuxunun, o yozmadı yuxunu. Yuxunun həqiqətini deyirdi, Peyğəmbərdir. Gerdə qalan bizim kimi adamlar, biricilərlə, lap biriciləri, onlar yuxunu yozurlar. Məsələn, biz yuxu yozan deyir ki, çətin məsələdir. Bizdən əgər xəbərdə vardı, Şeyx Bahayeddinin Röya kitabı var, yuxu haqqında nazil. Orada yazılır ki, birdən naşı adamı yuxulu danışsın, düz yozmasa onu, sonra sənin işin belə götürər. Bunu da elə bir adama danışmalısan ki, heç olmasa tam həqiqətini deyəməsi, ona uyğun bir, çünki əvəzəcici dərmandan oldu, bunun əvəzinə. Neysə, mənə məsələ qəbrini də görürəm. Tez-tez girir yuxuma falan, mənə bir göstəriş var. Mən dedim ki, məsləhət verə bilərəm sənə, mən deyə bilmərəm ki, bu cürdür, yapma bu cür edəm. Onu bilirəm ki, Allah saxlasın, sən böyük şəxsiyyətlər üçün, mömin şəxsiyyətlər üçün, dahi insanlar üçün, Xəyalə xanımda hamımız bilirsiniz, Abbasqula Başxan olsun, gözdə dəfələrlə, Şah İsmail Xətai üçün konferans, sayardır, baş kəndlərdir, bu Abşeron süfrələri, mömin adamlar filan. Sən bunlar üçün hamısı böyük, yüksək səviyyədə edirsən bu şeyləri. İndi ki, deyirsən ki, sənin baban Ayətullah olur, sonra ki, yuxuva da girir, bəlkə bir dənə onun üçün də meclis edir, sən o dahilər üçün edirsən, o da böyük alim olub, Ayətullah olub. Bəlkə o istəyirsən, əyan edirsin ki, mənə də yadırıyam, bir ocaqdır mənə. Doğrudan da bu sözlərə gəldi ki, bundan sonra dedi, onda mən bir dənə yığılıb çağır deyiləm, babamsın. Dedi, mən onu belə, izahını belə vermişəm ki, eləsən, yüngül də olsun, bir də onun adına meclis olsun, yad olsun o meclisdə, ruhu onun onda bəli biləm ki, sevinər, həm də duacı olar. Ona görə bu belə əmələ gəldi. Amma Allah'ımıza can sağlığı versin. Gel. Hacı yavrum. Peygamber zamanında bir salavat için. Kardeşlerimiz teşrif edip geldiler. Allah bizi Operatörümüz yok. zahmet çekenlerin, dünyadan gidenlerin ruhlarına savunmasın. Bu meclisin əmələ gəlmə səbəbini dedim ki, buna görə bu söhbətdən sonra oldu. Amma qaldı alim, ruhani, o halda çox söhbətlər eləmək olar. Allah Teala Quran-ı Kərimdə də alimlər barəsində İnnəmə yəxşəlləh min ibadihil uləma
Allahın bəndələrindən yalnız alim bəndələri Allahdan qorxar. İnnəllâhə əzizun qafur. Amma burada 2 dənə nüqtə var bu ayədə. O da ondan ibarətdir ki, alim bilikli, elmli adımı deyərlər. Elm sözündən gəlir də, alim özü kökü. Amma o alimlərdən ki, onların əməli var. Əməl burada şəkdir. O Sədi Şirazidə belə bir şey var, deyir, elmin olsa bir ümman qədər, nadansa əməlin olmasaydı, alim da elmin olur, əməlin olmasa, eşeği yüklənsə bir neçə kitab, nə alim olar, nə süxənbər, nə natiq olar, nə də alim. Başıboş yazın, heyvan ne bilsin, dalında odundur ya kitab dəftər. Kitabı yükləyəsi uzun olar, o bilmir ki, insan üçündür. Peyğəmbər İslam böyük bir alim idi, neçə ilmin Allah, Ayətullah Üzümay. Onunla görüşdə, dedi, mən sizi bir dənə muayizə eləmişəm, bir dənə cümlə deyirsən. Çox doğrudan çox güclü söz idi. Dedi ki, bir dənə sizə hədis deyirsən. Peyğəmbər İslam deyib, oxuyun. Oxuduz, elm oxuyun yəni də, oxuduz, oxuduğunuzu inanın. İnandınız, əməl edin. Əməl də elədiniz, başqalarına çatdırın. Əgər oxudun, faydası yoxdur. Əməl edəməz. Əməl də dünyanın da faydası yoxdur. Vücudunla, inandın da faydası yox. Çünki oxudun, alim olursa da, sənə deyirlər ki, bu hüccət İslamdır, bu professordur, oxumusan, özün üçün oxumusan, alim adamsın, o dərəcədir. Fərqidir bu. İnandın, mömin deyəcəklər sənin üçün ki, əhli imandır. Gəl də özün üçün oldur. Əməl də ödün, hər kəsə özün üçün əməl edir. Sənin əməlini mənim üçün yazmır, mənim əməlimi sənin üçün. O da özün üçün oldu, üçü də. Amma dördüncü budur, əsas ki, oxuduğu, inandığı, əməl edib başqalarına çatdı. Biz ona əmr və məruf deyirik. Vəltəkum minkum ümmətun yəd'unə iləl xeyr və ya'milunə bil məruf və yənhavnə anil münkər. Ülaikə humul muflihun. Sizin aranızdan bir dəstə insan çıxar, pis yoldalarını qeytərərlər, insanları yaxşı yola dəvət edərlər, pis yolda olanları da nəhy edirlər. Allah onlardan xoş gəlir. Bu adamlar necə tapanlardır. Çünki oldu, dördüncü oldu ictimai. İctimai əməl oldu ki, başqalarını çatdırırsın. Bu düşdü mənim yadıma ki, bəli, alimlərin rütbəsi böyükdür. Alimlər, ələxüsus din alimlərdən söhbət gedir, rəhban alimlərimizdən. Və onu da qeyd edeyim ki, xəbərlərdə də var deyib, Binəyə qədimdən alimlərimiz 33-də, 37-də repressiya qurbanları olur, onlara sürücülər olur. Əziyyətdə mənə bir 60 il ondan var bir molla var idi, bizim qonşuda, Molla Muradəli. Bir dənə şeir oxudu, xoşum gəldi, aldım ondan. 10 yaşım var idi təxmin. Məhşərin fikrini qıl, ruz qiyamət görünür, tut Peyğəmbər ətəyin, onda şəfaət görünür. Həq bilib Xaliq-i Peyğəmbərə iman götürün, kizm böhtanları bilmərlə aradan götürün. Hökmülər ki, bizə vacibdir, yerinə getirir. Çünki İslamın işi onda səlamət getirir. Orada bir qeyd var, deyir ki, bənddir. Deyir, gəl ədavət eləmə alim ilə, gəl ədəbə. Bir sənə işləyimini, gəl ədavət eləmə alim ilə, gəl ədəbə. O vaxt Meşid Mezarı axımımız var idi, Nardaranımız. Mən uşaqlığım onun önündə keçib. Həm də ondan mən dərs almışam, Quran dərs almışam. Ondan eşitmişdim bunu. Tənbil qafilindən oxuyurdu bizim üçün. Şeyx Bahaylı Tənbil. Orada bir yer var, alimlər var. Deyir, ey burada vücud tozə yek xətrə məni, han tanıq neybi aliman kimdir məni. Zira kiçinin qopdu Rəsul-i Mədəni, mən əqləmə alimə, fəqət əqləmə. Əzbərlədir də hərdən belə bəhdləri bizə. Deyir, ey bir qaşın, misal üçün, ey burada vücud tuzə yek xət, bir qətrə mənidən əmələ gələn adam. Məlumdur mənə. Han, agah o gündən. Salam əleykum. Salam əleykum. Salam əleykum. Salam əleykum. Allah kabul etsin. Necəsiniz?
Sağ olun, Hoş geldiniz. Allah razı olsun. Hazırların salamatlığına salavat işledik. Allahümme ala Muhammed. Ta ne konu be alimman kibirməni. Agah ol, ayıq ola, alimlərlə kibir eləmə, ədabət eləmə, kinə eləmə. Ne üçün? Zira kiçinin qofdu Rəsul-i Mədəni. Çünki Peyğəmbər Aleyhisselam buyurub ki, mən əkrəmə alimən, fəqət əkrəməni. Hər kəs alimə hörmət edin, mənə hörmət edin. Hər kim alimə bir hörmətli gedir, mənə bir hörmət. Həmin sözdür, deyir, gəl ədabət eləmə alimlə. Gəl ədəbə, qəlbi Peyğəmbəri incitmə. Həmin sözə görədir ki, o deyib ki, kim alimin hörmətini saxlayır. Qəlbi Peyğəmbəri incitmə, gələrsən qəzəbə. Bircə vaxt surə-i təbbət, yeda, əbi ləhəbə. Gördün ki, Əbu Ləhəb incitdi onu. Öz vücudunda görərsən ki, həmarət görünür. Onda görərsən vücudunda ərəzva üləmanı hörmətini saxlayır. Bir dənə daş atmışdı. Əbu Ləhəb Peyğəmbərə bir dənə daş atmışdı. Əmisi. Amma nə oldu? Öldü, qaldı evində. Elə bir İsa'dı ki, heç kim yaxın gəlmir ki, girsin, götürsün. Axırda bu qərarı gəldi, aləmi virus yayılacaq, aləm pis olacaq. Ağır 5-6 adam ağzını, burnunu bağladı, bir daha xalar. Girdilər, sürüyə, dərəyə. Atdılar dərəyə, sonra açdılar hamısı, bir dənə. Amma dərənin ağzını bağlamasanlar pis olacaq. Dedilər, mümkün də yaxın gedmə görə. Heç kim qorxur. Dedilər ki, daş atın. Bir dənə daş atmışdı Peyğəmbərə. Ölüsünə 100 dənə daş vurdular. Daşqalaq əlində ölüsünü. Yəni, həqiqətən də, burada hikmət. Siz bilirsiniz, üləma bizlərə din pərvəridir. Alim bizim dinimizin rəhbəridir. Üləma bizlərə din pərvəridir. Seyyid-i Ali nəsəb, nəslidə Peyğəmbərdir. Və bizim bu günkü məclisimizdə Şeyx Əhməd, Seyyid Əhməd Kərbəlayı Peyğəmbər övladıdır. İndi alim ola, həm də Seyyid ola. Allah mirəbdir, qalıq axımdır Əhməd. Həmişə Allaha dua eləmişəm ki, bir neçə, çox şeyə görə dua edirəm. Əslən, mən hərbi xidmətdə olmuşam. Hər gün dua edirəm Allaha. Yəni, mən hərbi xidmətdə olmuşam. Çünki burada çox şeylər öyrənmişəm, dərslər yoxdur. Biz ki, dərs alırıq, o diyor, yaşayırsan onları. Biri də budur, alimlər. Bu alimləri görmüşəm mən. Allah qismət edib, mirəbdir, xalıq axund. Huzurunda olmuşam. Muazizəsinə qulaq. Şeyx Əlbəndə axund. Muazizəsinə qulaq asmışam. Yaxından ziyarət eləmişəm. Molla Bülbül, Nəhəng. Allah rəhmət edilsin. Şeyx Nəsrullah Göyçaydan. Neysə, bunlar nə dedim? Həmişə Allah, nə yaxşı mən bunları görmüşəm. İstifadə eləmişəm bunlardan. Çünki bunlar doğrudan görün, deyir ki, Mirəbdir Xalıq axında, qısa deyirəm, Salavat Ağalinin onun bir söhbəti var. Salavat Ağali yanı oturmuş Məşdağa məsciddə, mən çox gedib gəlmişəm. Mirəbdir Xalığın yanında. Bir gün deyib ağaya ki, bilirsən, mən sənin yanında nə oturmuşam. Deyir, belə aliməm də, ağsaqqalsam, deyir, yox, ona görə yox. Mirəbdir Xalıq məsələ adam idi. Ağam, xoşu gəldim. Deyir, yox, ona görə yox ki, mən ağsaqqalam. Gəl, burada otururam. Mən gəlmişəm, sənin yanında oturum, alimsən sən. Alimin üzünə baxma ibadətdir. Xəbər var Peyğəmbərdə ki, üləmanın üzünə baxma ibadətdir. Sən həm alimsən, həm də seyidsən. Peyğəmbər öyle. Biri budur. İkincisi de budur ki, bunların hamısı da hikmət var. Belə arasız söz buyurursa, qaşan hikmətdir. Hikməti əldən verməyəsən. İkinci de budur ki, sən nə qədər bu cümleyle yağıb oturur bu yanında, uzaqdan gələn adamların, o vaxtları qatısab telefon yox idi. Uzaqdan gələn adamlar zirədən, Türkandan bir dənə məsələni öyrənməkdən bir gün vaxt itirirdilər. Səhər çıxırdı, ya, Domuzurdan, min qatlara falan gəlib çatırdı meçidə. Məsələni soruşurdu axıbdan, gəldi bir gün artıq gəlməyib, bir gün getdi bir dənə məsələyə görə. Gəlirdi, meçiddə ağanın qabağında dizini vururdu yerə, sakitcə, cümə də hamısı əyləşib, sakitcə məsələni soruşurdu. Biri gedirdi, uğursu gəlirdi. Nə adı namaza ecən vaxt var, bir-birdə mən bunları yaşamışam aslında. Deyir, Salavat Ağali ki, ağa, bu səndən məsələ soruşanlar var, mən də qulaq açıram, məsələ öyrənirəm, sənin yanında oturmuşam. Bağajıma yığıram 2. Üçüncü də budur ki, sənin yanında oturmayı və mənim bir məqsədimdə budur ki, məscid çox da adam dolub, yer yoxdur. Bir dənə qapı açıldı Keşlə kəndindən, Başdağa kəndindən, kəndlərimizin birine bir dənə mömin adam daxil oldu qonaq məscidə. Onda qonağı yaxşı yerdə oturdu sən yerində. Onda mən dururam, ən yaxşı yerdə sənin yanındır, ağan yanı. Dururam, onu gözləyirəm, yerimi verim ona. Bizim belə hikmətli, imanlı, həm alimlərimiz, demirəm, ucaqladı məni öpdü, halal olsun, mənim yanında oturmayı və deyək. Yəni, belə bir mərifətin sahibisən, qəşəngdir də. Yəni, bunları
Ona göre deyir ki, Seyyid-i Ali Nəsəb Nəsli Peyğəmbərin Rövzəxan, Şah-ı Şəhidan o Hüseyin Nokəlidir. Baba bizim məscidlərdə Rövzəxan var idi. İndi iki dənə yox, qoyurlar, sürür, dəyişdə bekliyor. Rövzəxan, Başdağa məscidində bizim Meşəd Mezarı Axundu, Allah rəhmət eləsin, Molla Məhəmməd Vadi Zirə kəndindən. Otururlar Kəbul Ağadır gedir burada. Molla Məhəmməd Vadi Zirə kəndindən. O Rövzəxan idi. Hələ Rövzəxan indi yox deyə. Onlar getdi hamısı. Bu minbərə çıxanda, Mezarı Axundu Moizədən sonra çıxdı bir pilli ondan sonra. O minbərə çıxanda cəmaat ağlayırdı. Çıxandı, hələ minbərə əyləşmir. Hələ yerindən ki, o hərəkət edən cəmaat başlaydı ağlamır, Rövzəxan ağlanmaz. Sonra da otururdu orada. Hələ oturmayını görürlər, baxır, cəmaat ona baxırdı. Çünki bir hamı gözünə gəldi, indi nə səsini oxuyacaq bu, elə bir səsini oxuyacaq. Mən qabaq demişəm, o Abdullah əminin, Dərviş Abdullahın tədbirində tutsa, mən elə şeylər görmüşəm bu kişilərdən. Onları o vaxt deyirlər, Sovet vaxtı deyirlər ki, din yoxdur, din var idi. Sovet vaxtı din var idi. Onu bilirsiniz. İndi dini görünə günə qoyurlar. Cəmiyyət az idi, keyfiyyət. Bəli, ha. Neysə, bir dənə ondan qısa söz deyim, məqamı gəlir, bu alim meclisidir, ona görə bunu çox adam bilmir. Günlərin bir gün bizim uzağında bir nəfər var idi, deyir ki, içkisi adam idi. Bu danışır mənə sonra. Dedim mən ki, bir gün keçirdim, məscidin qabağına gördüm, mərsi yox illər, məhərrəmidir. Mən də Allaha da inanıram, imamsıydı, özü də az içmişdir. Az. Dedim ki, girib oturacağım şeydə, kəndarın ağzında qulaq atacağım mərsiyyələrə. Deyir, girdim, oturdum orada, kəndarın ağzında da, Molla Məhəmməd minbərə çıxırdı. Deyir, oturdu, mən də Molla Məhəmmədə bütün rozələrini o vaxt qulaq açdım. Çox qulluq eləmişəm ona, Meşəd Mezarı Axundu ona. Deyir ki, Molla Məhəmməd çıxdı, oturdu minbərə, həm şimdi mən görürüm, oturan kimi başlayırdı oxumaya. O oturdu, bir dənə cəmaata belə nəzər elədi, qaldı belə mətəb. Bir kürücdən belə cəmaata baxa, dövrə nəzər elədi, sonra birdən belə elədi, özləri belə hisslə. Bugün gözümə yaxşı görsənmirsiniz. Dedim, vay da, hardan bildi ki, mən burada yaratmışım, sizmişəm, yaratmışım. Bir baxdı da, bizim səmti tərəf baxdı, dedi, bugün. Özdə belə bir söz heç vaxt o deməyib. Əzadarlara gələn adam necə ola bilər ki, ya, vaizu ya Rövzəxanın gözünə pis görsənsin. Belə bir şey yoxdur. Dedim, 100% bu bildi. İndi bir daha biyabır edər məni. Yəni, onda o da şey var idi ya. Sonra ki, deyir, yavaşçalıq deyir, oradan çıxdım. Mən deyir, belə bir şey görməmişdim. Getdim, tövbə elədim. Bax, sən, bir dənə kəlmə sözsən. Çox adam başa düşmədim, Molla Məhəmməd ona şükürdür. Tövbə elədim, başladım namazı. Qur'anı da getdim, öyrəndim. Yəni, bizim bu cür bir nəfəzə, bir kəlməyə, belə mi? Onu deyir, Rövzəxan, Şah-ı Şəhidan, o Hüseyin Nokəli. Rövzəxan kişi adamdır, İmam Hüseynin Nokəlidir. Kərbəladan sözə bilməm, nə əziyyət görünür. Onda da Kərbəlanın düşməsi yerirlər, indi də düşüb verirlər. Görər cana, yazılmır. Yəni, bunlar, Əleyhisselam da buyurub ki, bu üləma meclisi də mənim ürəyim doludur, ancaq ki, qardaşlar burada ürək sözlərini deyəcəklər, məhdahlarımız var, dərvişlərimiz oxuyacaqlar. Həzrət Əlidən də bir kəlam var, deyir ki, insanlar 4 hissədən ibarətdir. Əğniyalar, füqəralar, üməralar, üləmalar, o cürdür də. Üməralar, şahlar, padişahlar, əğniyalar, dövlətlilər, füqəra, kasıblar, üləma da alimlər. O 3 dəstənin üləmaya ehtiyacı var, üləmanın layiq birinə ehtiyacı yox. Yəni, üləma İmam Əlinin kəlamıdır. İndi biz bir şəxsin Seyyid Əhməd, Kərbəlayı Seyyid Əhməd ağamın da Başdağa kəndi mərufdur. Mən bayaq dedim sizə, hər kəndimizdə bizim böyük alimlərimiz olurdu. Başdağa kəndindəndir, həm Seyyiddir, 101 yaşı var, azı var. Qur'an-ı Kərimli də onun neçə ildir? 869-cu il. Neçə il eləyir bizim? 156 il bundan qabaq çap olub ağanın kitabıdır. Yəni ki, Qur'anıdır bunun. Sağ ol ki, Xəyala xan bunu belə saxlamışsınız. Çox yaxşı qalıbdır. Allah ruhunu şad etsin inşallah. Bu böyük bir töhbədir, böyük bir yadigardır. Açılsın, oxunsun.
Yəni ki, Bağçasaray çapıdır sonra. Və ya Hacı oxudu. O Türkiyədə. Bağçasaray Kırım'da. Ədlə Yugoslaviyada. Bağçasaray. Bağçasaray çapı indiki Yugoslaviyada. Şehirden çok iyi olabilir. Ola bilər bir şəhərdən çox yerdə olsun. Türkiyədə də var Bağçasaray. Mən özüm də baxmışam. Onların futbol Kırım yaxınlığındadır. Futbol komandaları. Futbol komandasından məşhur Bu günləri meclis ağanın haqqındadır. Həm də gəl də deyirəm ki, qardaşlar da gez gələnlər var. Xəyalı xanımın anasının babasıdır. O vaxt deməli, onun üçün Allah rəhmət etsin. Deməli, o imamlıq eləyib Nizami metrosunun yaxınlığında Hacı Sultanəli meçidi vardı. Çünki Hacı Sultanəli də var, bəli. Hacı Sultanəli də xeyriyyəçi olub, milyonçu olub, Balaxanlı olubdur. Və belə rivayət edirlər ki, o vaxt orada məscid tikilmiş, Qoçu Necət Qulu məscid tikilmiş, bir iki daş tikiləndə Hacı Sultanəli oradan keçirmiş, maraqlanan ki, bunu da deyib və burada Qoçu neydi adı, Necət Qulu burada məscid tikdirir. Axır bu qərara gəlib, deyib, o ilə mən görüşüm, halallıq versə, icazə versə, mən tikərəm bunu. Yəni ki, belə bir istəyim var. Görüşüblər Necət Qulu ilə, deyib, belə bir fikrim var, əgər həvalə eləsən mənə Hacı Sultanəli. Mən o məscidi tikərəm, deyib, havalə eləyirəm. Allah xoşun, daha da gözəl. Mən icazə verirəm. O, sonra Hacı Sultanəli gəlib bu məscidi tikdirir, məscid onun adınadır. Ağa da, Ağa Seyyid Əhməd ağa da, sonra onu götürür bu məscidə. Axın döndü, illəri var, mən illəri yadımdadır. Necef Kulu Şorvat'tandır. Həri, ha. Neyse götürüb gəlib ora, onu imam təyin edib. Orada onun üçün, o məhəllədə onun üçün ev təşkil edib. Sonra orada bir hamam tikib, indi də var, Axund hamam deyirlər. Bu ağa üçün tikdirib bunu ki, el cəmaatı gəlsin. Yəni orada o ilə də həm də dolansın. Bir də onu deyim sizə ki, Hacı Sultanəlinin bir dənə Kürdaxanıda Ləhəş bağları deyirlər də, Ləhəş bağları. Orada onun bir tikdiyi məscid var, xaraba şəkilində də hal. Məzarı da onun yanındadır. İndi mənim də arzum var, getməmişəm, bir kəm bunu ziyarət edəcəm burada. Yəni belə bir şəxsiyyətlərimiz olur bizim, düzdür, işıqlanmayıblar, çox adamlar bilmirlər. Onların balı zəhmətidir. 101 yaşında ağa dünyasını dəyişib. O özləri də Maşlağa kəndi, Seyidlər məhəlləsindəndir, elə Maşlağa kəndində də dəfn oldudur. Allah ruhunu bu məclis onun adınadır bu günləri. Ona görə sizi dəvət edilmişik. Hamımızdan da xahiş edirəm ki, ürək sözlərimizi deyək və burada indi özümüzük də, daha burada başqa bir şey yoxdur ki, xeyir duadır, bir duadır, iki kəlmə, sən öz ürək sözünü mənə havalı edilər. Ancaq mən elə bilirəm ki, az danışır ki, Reklam etdilər. ne üçün, nə mənada? Düzdür, Allah'ımızı, hamımızı da belə xətrini görsən, Rafi adı gözləyir. Birdən 2 saat da olsaydı gözləyəcəkdik. Ne üçün unsuz başlamayı olmaz da biz hamısına bir baxdıq. Ancaq bir dənə məsələ var, 1 saatımız gedir, çox danışlara yemək gec olar. Elə qısırsa. Gedişməyənlərə söz vermeyin, gedişməyənlərə söz vermeyin. Ben işte belə gəl edirəm, bu yandan sizdən başlayayım, Hacı Seyyid Peyğəmbər öldü. Həri. Mesela arada onda bir şəhəmətcə. Hacı Nübbalar, mən elə bilirəm ki, siz buradan belə başlasınız. Mən elə bilirəm ki, ruhanilərimiz danışsın. Bir neçə gəlmə, Hacı Nübbaladan başlayırız. Bismillahirrahmanirrahim. Qala Rasulullah sallallahu aleyhi ve aleyh El-ulemâ'u verasatul enbiya. Peygamber sallallahu aleyhi ve aleyhdən hədisdə deyilir ki, alimlər peyğəmbərlərin vərəsələridir. Yəni nübüvvət elmini, ilahi elminin varisləri yer üzərində alimlərdir. Alimlər eləyə bilərlər ki, insanlara Allah insanı necə görmək istəyir, alimlər çatdıra bilərlər. Alimlər eləyə bilərlər ki, insanlara həqiqi mərifətdən, həqiqi kəmalatdan, həqiqətin özündən söhbət eləsin. Alimlər eləyə bilərlər ki, insanları doğru düzgün yola dəvət eləsin və bu günləri adına qurulan məclisdə iştirak etdiyimiz alim Seyyidimiz, Allah ruhunu şad eləsin ki, Hacı Sultanəli məscidinin
ilk axundu olubdu. 101 yaşında Hacı qeyd etdiyi kimi dünyasını dəyişibdi. O cür alimləri xatırlamaq, o cür alimlərin anım mərasimində iştirak etməkdir. Bir növ bizim də bir insani, əgər elm əhli isə, elm əhli kimi və digər sahələrdə çalışırıqsa, öz sahəmizə uyğun insani vəzifəmizdir, insani borcumuzdur. Çünki biz elm əhlini dəyərləndirməsək, özümüz dəyər tapa bilmərik. Allah təbarəkə və teala insanı elmlə dəyərləndirir. Allah təbarəkə və teala insanı elmə yiyələnməklə dəyərləndirir. Allahdan bu gözəl seyyidimizə, alimimizə ilahi rəhmət, mərhəmət arzulayırıq. Allah təbarəkə və teala bütün məclis əhlini səlamət eləsin və bu cür alimlərimizin ruhunu bizlərə duası eləsin. Təşəkkür edirəm. Çox sağ ol, var ol. Qeyd elədim deyə Mardaran kəndindən Axund Bəkir Məzahir mənim ustadım olub. Həqiqətən də çox həyatında rol oynayıb. Gözəl alimlər də olur Mardaran kəndində. Onları da təmsil edir. Hacı Nuqbada qardaşımız. Mənim ustadımla Allah hamısının ruhuna salavat. Bir dənə qısa söz deyim, 101 dedik yaşında rəhmətə gedir. Yanıma üzərinə düşdü. Yəni də Bəkir Məzahir Axundun üstünə gəlirəm. Bir dənə maraqlı olasınız, bilənlər bilirlər. Dedi ki, dərs keçirdik, dedi ki, biz Şeyx Bahayəddinlə Mirdamad haqqında çox əhvalatlar var. Dedi ki, bir dənə belə bir söz danışdı. Dedi, bir günləri Mirdamad gəlir, atla gəlir, düşür, girir, harasa gedir. Şeyx də keçir, görür, onun atının üstündən bir dənə pişik gəldi atın yanına, yəni ki, silik saldı, getdi. O günün atdığı anda orçun olur axı o. Bunu gördü, yəni mırdarladı yəhəri. Bu Mirdamad deyib çıxanda Şeyx Bahayəddin dedi ona ki, atında işqal var, pak elə gələn onu. Sonra mən belə bir şey keçdirdim. Bu da dedi ki, yox, əlamətləri yoxdur, yəni quruyub bizim dilimizdə. Əlamətləri yoxdur, ehtiyat da yoxdur. Həm də sən şahid-i vahidsən. Şahid 2-dən olmalıdır. Dedi ki, bu mübahisə mədəni surətdə də cəmaat da maraqlanır ki, bu hansı düzdür, şeyxdir, yəni düzdür. Mübahisə biraz böyüyəndə şöxdür. Dedi ki, Cəddün Həzrət Əlidir bir damadı. Cəddün Həzrət Əlidir. Bu mübahisəyə son qoya bilər. Gedək Necəfə, oturaq orada, yazayıq məsələnin cavabını ki, nə istəyirik biz və qoyaq. Deməli, məsələn, bələğə ki, bunu yazdılar belə, sonra onun yazılı üzünü qoyurlar qəbrə, boş yüzü qalır bayırda. Sonra otururlar, gelmirlər. Otururlar, səhərəcə dua oxuyurlar ki, bura yazı yazılsın. İlahi tərəfdən imam cavab versin. Görək imam ne deyir? Deyirlər, yaxşı cavabla maraqlanır, gəlin Necəfə, Əleyhisselamın qəbrinin üstünə. Bu şeyx yaşlıdır axı. Mirdamad cavandır, 101 yaşı var Seyyid Əhmədin, ona görə bu düşdü yanına. Gəldi, oturdular, yazdılar ki, məsələ belədir, buna bizim üçün cavab verginə. Əleyhisselam yazdılar, qoydular, oturdular, başladılar dua. Çünki getmirlərsə nə üçün? Getmək olmaz orada, hamısı baxmaq. Bir sonra deyək, kimsə gəldi, neysə yazdırır filan. İndi özləri bilirlər, namaz qıldılar da, dua edilər filan. Vaxt gəldi ki, o saatda götürək gözünü nə yazılır? Götürdülər, baxdılar, gördülər ki, 2 dənə kəlmə yazılır orada. Əl-qovli vələdi, əş-şeyxi möhtəməd, sən fikir kəlmə, imam ki, əl-qovli, söz bizim söz bizim övladımızındır, yəni Mirdamadındır. Söz onundur. Amma əş-şeyxi möhtəməd, şeyxin sözdən qulaq asmayı lazımdır. Gözlə hər şeyi, söz övladımızındır. Amma şeyxə də sökənmək lazımdır. İndi də şeyx hələ şeyxdir. Allah bu şeyxi də, Şeyx Seyyid Əhmədi də qəni rəhmət olsun. Həqiqətdə bu şey düzdür, olubdur, ancaq 2 dənə şahid. Ay sağ ol. Qəşəngdir. Allah rəhmət olsun. Bax, bu ustadlar vaxtikən bizə bunları qulağımızı oxuyublar, deyiblər, bu gündən istifadə edir. Onlar da yaşayır. Bizim də yaşamağımız, onları yaşadmaqla yaşayırıq. Mən bu ən əziz dostlarımdan biri, deməli, burada Sumqayıtın, Coratın baş qazisi, doğrudan da o 114 TV'nin bizim bu İslami təbliğat doğrudan da həqiqətən də İslami təbliğatda, İslami yaymaqda, İslamı ortaya qoymaqda bizim ruhanilərimiz üçün kanalı mən
şahidiyəm nə əziyyətlərlə bu kanalı təsis edib, bəli, hamımız da orada necə də çıxışlar eləmişik. Bunları mən gən də deyirəm, Sovet vaxtından mən 10 yaşımdan məsciddə böyümüşəm. Belə bir dövr olmayıb ki, ruhanilərə bir gün gəldi, dedi mənə ki, şeyx tapşırıb ki, ruhanilərin hal həyatından veriliş hazırlayır. Bugünkü elə bir şey olmur, hansısa bir ruhaniyə qeymət vermişlər haradasa. Gəlir o saat danış, anadan olanla bütün həyatını danış, sənin filmini çəkirlər, verilişini çəkirlər. Bunlar kiçik bir şeydir, həm dəyərdir, həm gələcəyimiz üçündür, həm bugünümüz üçündür, həm sabahımız üçündür. Ona görə Hacı Rauf qardaşımın haqqı da boynumda çoxdur. Əziyyətini çəkib beyadını Şuşada bir yerdə getmişim. Tanışdı sizdən. Səndən abadlaşmışım. Uşaq kimi, mən biraz uşaq kimiyəm də, yaşlandı adam qocaldı. İşi mənim ağzımda oynaya gedir, gəlir. Bir də Sumqayıt Cuma Məscidində tez-tez bizi dəvət edir, orada iştirak edir, mövludlarda, vəfatlarda. Neysə, hələ onu demək istedim ki, Hacı, eşidək sənə sözü. Bağışlayan və rəhmədən Allah'ın teşekkür edirəm. Değerli ustadımız, alimimiz, ağsaqqalımız və Xəyala xanıma teşekkür edirəm burada dəvət edildiğine görə. Hiss edirdim, təsəvvür edim, məclis daha geniş auditoriyada olacaq. Əslində də geniş auditoriyada bu qədər alimin, ulamanın, ziyalının, ağsaqqalın bir yerdə yığışması təqdirə layiqdir. Bu bəlkə də ilkə bir başlanğıca bir ənənə kimi bundan sonra inşallah ki bizim axundlarımız, ruhanilərimiz, din xadimlərimiz dediyimiz kimi tanınmağı üçün bir silsilə bir proqram kimi bəlkə gələcəkdə bir ideya kimi mənim beynimə gəldi. Yaxşıdır. Allah sizi var eləsin. Mən də elə burada da alimlər var, ulamalar var, bir hədis deyim. Bayaq qeyd edədiniz ruhanilərimizin elmindən ki, elmu elman, elmul əbdan, elmul ədiyan. O bir çox belə hədislər var elmlə bağlı. Və Nizami Gəncəvi bizim yazarlarımız, ümumiyyətlə bizim dahilərimiz, mən həmişə demişəm, bir də bir tədbir vardı, böyük bir tədbirdir, Respublika şəhər tədbiri idi. Gördüm orada mollalar haqqında biraz belə deyək, elmlərlə bağlı biraz aşağılama sözlər danışılır. Mən söz aldım, dedim, əgər molla ilə bağlı nəyəsə danışmaq istəyirsiniz, biz Azərbaycan klassikasını müraciət edəndə bütün bizim böyük yazarlarımız molla adını öz sözlərini atanın qabağına qoyurlar. Molla Məhəmməd Füzuli, Molla Vəli Vidadi, Molla Təməli, Mirzə Ələkbər Sabir, Seyid Əzim, Şeyx Nizami. Yəni, hərəsi öz adının qabağında bir dini atribut kimi bunu qoyurlar. Hətta orada bir Quran tərcüməçisi vardı, mənlə mübahisə elədi, dedi ki, Füzuli molla olmayın. Molla Məhəmməd Füzuli. İndi Nizami Gəncəvi də Allah rəhmət eləsin, deyir, mən də bunu alimlərdən, ustadlardan eşitmişəm, sizlərdən öyrənmişəm. Deyir, soruşurlar ki, həyat yoldaşından, övlad payından nə istəyərsən, deyir, istərdim bir oğlum olsun, bir qızım, deyir, nə üçün istəyirsən, deyir, istəyirəm oğlum, belə deyir, ruhani olsun. Yox, oğlum memar olsun, inatçıkan olsun, belə, qızım da ki, içməsi olsun, keşikəm olsun. Nizaminin özünə sual verəndə ki, övlad payından gəlsə, o deyir ki, istəyirəm 2 oğlum olsun, deyir, niyə? Deyir, istəyirəm biri ruhani olsun, biri alim olsun, təbib olsun, daha doğrusu. Təbib olsun, deyir, niyə ruhani, niyə təbib? Deyir, insan bir candan təşkil olunur, cisimdən, bir də ruhdan, mənəviyyatdan. Canım ağrıyanda, cisim ağrıyanda gedim o həkimin, təbibin, loğmanın yanına, ruhum ağrıyanda, mənəviyyatım ağrıyanda gedim ruhanın yanına. İndi belə məclislər insanın ruhuna qida verən bir məclislərdir. Zaten bir dünya ilə daim təməssü oluruq. Amma bizim ən böyük Azərbaycan xalqının uğuru odur ki, bizim ruhanilərimiz, din xadimlərimiz zaman-zaman adını qeyd edədiyim şairlər də, yazarlar da, bunlar da elə hamısı ruhani olurlar. Hətta böyük mütəfəkkirlərini görürsən ki, ataları, anaları ruhani ailəsindən dünyaya gəlirlər. Bizim ruhanilərimiz həm həkim olurlar, təbib olurlar, həm də alim olurlar. Allah sizləri var eləsin, burada söz xeyirdarları var, bu qədər. Allah bu mərhumu da rəhmət eləsin Seyidi, onun nuruna, ocağına girişmişir. Bu Seyidi, bu ocağı, bu alimi yad etməklə biz bütün seyidlərimizi, alimlərimizi yad edirik. Allah şəhidlərimizi rəhmət eləsin, ölkəmizi, xalqımızı, millətimizi, dövlətimizi qorusun. Peyğəmbər zamanına səlavat edin. Çox sağ ol, var ol, təşəkkür, Allah canlı sağ olsun. Mən bir dənə qısa Məşdağı kəndindən olduğuna görə, mən Maşdağı kəndindən çox getmişəm Mülədi xalq vaxtında.
Allah Hacı Əzimi rəhmət eləsin. Allah rəhmət eləsin. Orada vaiz idi də. Allah rəhmət. Yazma düşdü, oran Axundu idi. Mir Əbdülxalqdan sonra Hacı Əzim idi. Çox qabaq dərvişlik edirdi Hacı Əzim meclislərdə. Da onların qabağında böyümüşük biz. Sonra Mir Əbdülxalq vəsiyyət eləmişdi ki, məndən sonra Hacı Əzimi təyin eləmişdi. Burada söhbət böyük, mən bir dənə bu nüansı istəyirəm, üstünü çatdırım ki, doğrudan da bizim istəyik, alimlər iki hissəyə bölünür. Üləma-i mütəqəddimin, üləma-i mütəəxxirin. Bir qədim alimlər, geçmiş alim. Veya mən saydım, məsələn, Bakı ətraf kəndlərdə olan dedim ki, Əlbəndə, Məşədə Zahirlər, o axırın alimləri idi ki, yaşlılardan tutanında olanlar. Sonradan geyib oxuyub gəlirlər. Bir üləma-i mütəqəddimin var, bir üləma-i mütəəxxirin, axırın alimləri. O misalı ona görə çəkirəm. Bir nəfər gəldi mənim, bu canlı bir şeydir bu. Bir nəfər yaxına ad verməyəcəm sizə. Gəldi mənim yanıma, dedi ki, məsələ soruşdu məndən. Dedi, mənim başıma bir iş gəlmişdi. Qısa deyirəm də, bir nəfər mənə elə böyük bir zərbə vurmuşdu nahaldan. Elə bir adam ki, onu mən uşaqlıqdan oxutdurmuşam, toyun eləmişəm, böyük vəzifəyə qoymuşam. Həmin adam, bəlkə gedim indi yəni rəhmətə. Dedi mənə ki, bəs elə bir adamla ucalmışam yüksək vəzifələri, sonra gördüm məndən yazırlar. Şikayətlər yazırlar, anonim. Yazırlar, çəkirlər, mənə tutturmaq istəyirlər məni. Getdik kökünə filanə bir, məlum oldu ki, həmin adamdır. Mənim ona elə deyim. Həmin adam deyir ki, dəli oldum, and düşdüm ki, öldürəcəm onu. O adamı, getdim topancasına tapdım. Əsəbdən şey, o deyir, səbr elə, fına elə, beşmə. Deyir ki, heç kim mənə sakit eləyə bilmirdi. Hələ bax, fikrim o idi ki, gedim tapım onu da. Ki, öldürməliyəm, öldürməsəm rahat, and düşdüm özdə. Bir nəfər adam rast gəldi, mən kəndlərdən idi. Rast gəldi mənə, dedim ki, dərdimi də satan danışırdım ki, mənim əlimdən xətə çıxacaq, dostluğum, aşınacaq, mən dedim, adam öldürəcəm. Heç kim məni saxlaya bilmir. Kim də nə təsəlli vəri məni sakit eləyə bilmir. Deyir, təsəvvür eləyinən ki, bir nəfər məni rast gəlirkən, dedim, mən sənə bir də adamın yanına aparacaq, bir dənə kəlmə ilə səni sakit eləyəcək. Deyir, ola ayrı şeylə da eləyəcək. Deyir, kim dedi, Hacı Əzimdir. Hacı Əzim, Allah rəhmət edin. Götürdü, gəl, mən tanımıram, deyir, götürdü, gəldi, mən onun bağını, bağdaydı, otur, yay bağdaydı. Gəldi, oturdu, qarşıladım, deyir, oturmuşdu qabağında. Quran var idi, gəldim, görüşdüm. Dedi, məsələni dedi ona. Dedi, danışma, danış. Burada Ruska yoxdur ki, bir adamda. Ruska biraz onu rahat göstərir. Gördü, bu necə deyir? Deməli, bir Ruskası var idi qabağında, bənçinə. Dedi, danışdım. Tanrım, deməli, elə bəssalçılıq. Dedi ki, təqsikar özünsən, fikir var. Sənin səhv, sənin özündür, sən özün səhv edirsən. Dedim, necə ağa başa düşmür? Dedi, bax, sən ona yaxçılıq eləmişsən. Bax, sən yaxçılığı buradan başlamışsan, saydın. Görək burada saxlayaydın. O başı olmuyor, bir kere yer saxlayır. Sən saxlamaqsın, sən tökmüş onun başına başlayıb aşırdın saxlayın. Ona görə çaşı vurur. Sən burada saxlasaydın onu, bu eləmək istənəmçiylə. Deyir, elə tutdum söz məni, gördüm düppödüz deyir da. Sən görək burada tormuz var eydi. Vermədiyimə görə, qudurub indi də, aşıb daşıb başımızda. Deyir, ondan sonra dedi, neynimə and ismişəm. Dedi, andı hissənmişsən, şəriyyətdə qanun var axı. Hisslə mən nəzir edirəm, batıldır. And içirəm, hissləri var, batıldır onlar. Dedi ki, o sayılmır, get tapancılığa bax eytər, özünü də yaşa özünsün. Deyir, ondan sonra mən sakit olub, bizim böyükən, bu da əli aşıq olub ha. Həm də mebdah təxəllüsü ilə, hətta oxuyarsınız, yağın deyə hazmaqsı, ağacı, bunlar bilərlər. Mebdah təxəllüsü şair olurlar. Qəşən məhsilləri qəşən. Bəli, ölsana məclisləri çox gəlir. Ona görə dedim ki, indi də qardaşlarımızdan burada, mən bilirəm ki, ruhanilərimiz ələsi bir neçə kəlmə. Səndən başlayır Hüseyin. Məhtəməsi burada. Hədə. O yandan istəyirsin. Bismillahirrahmanirrahim. İnnahu xeyrun asirəm. Əziz və dəyərli. Mən dəyərli ustadlar, hörmətli qonaqlar, çox dəyərli şəxsiyyətlər məclisimizdən. Əvvəla mən bu məclisin təşkilatçılarında zəhmətli olan hər kəsə, xüsusən Xəyalə xanıma, Xəyalə bacımıza və bizim dəyərli ustadımız Hacı Sultan Axundumuza təşəkkür edirəm. Bu cəmi bir yerə toplamaq, bir yerdə olmaq. Həqiqətən bu çox ali bir məclisdir. Həm çox bir dəyərli insanın
Bu günləri anım günü qeyd olunur, ruhu yad olunur. Alimin zikr eləmək öz ibadətdir, alimin üzünə baxmaq öz ibadətdir. Burada elə mən görüm ustadlarımızı, bizim dəyərli alimlərimizi, Hacı Sultan, Hacı Nifala, Hacı Sırav və digər burada gözəl dəyərli alimlərimiz var. Bizim onların qarşısında çıxış edəməyimiz ədəbsizlik, sizə üçün əmr elədiniz bir kəlmə deyim. Mən ərşin mələkləri də neçə məclisə qibdə eləyərlər. Bəli. O cümlədən bu məclisdir ki, deyərlər ki, kəş biz də yer əhlindən olmadı, o məclisdə iştirak edilir. Bəli. Allah bu məclisə bərəkət versin. Hacı Rauf ustadımız çox dəyərli məsləhət verdi. Belə məclislər inşallah gələcəkdə, inşallah vüsət tapar inşallah. Təşəkkür edirəm. Mən çox vaxtınızı almaq istəyirəm. İstidir biraz da. Allah canınızı sağ olsun. Çox sağ ol. Bismillahirrahmanirrahim. Allah bu alimlərin ruhlarını şad eləsin. Yəni, onların yadda qalmağı, sevilməyi, yəni bugünkü gündə xatırlanmağı, onun üçün ki, bunlar Rəbbani insanlar olublar, ruhani insanlar olublar, Allaha bağlı bir kəslər olublar. Bir alim olub Ordubad şəhərindən Muhammed Hüseyn Əllamə Kompani, yəni böyük müştəhidlərin müəllimlərindən olub. Hal-hazırda da qəbri, indi inşallah Kərbəlayı müşərrəf olsaq, Əli Əleyhisselamın hərəminə daxil olanda, baş tərəfdən, qapıdan daxil olanda sağ tərəfdə hücrə var. O da 2 qəbir və o qəbirlərdən biri də Muhammed Hüseyn Əllamə Kompaninin qəbridir. Düzdür, üstündə İsfahanı yazıblar, amma əslində Ordubaddandır. Müştəhidlər deyir ki, o Ordubaddandır. O deyir ki, atasının şirkətləri olub, atasının İsfahanda şirkətləri olub, tacir olub. Yəni, atası gedib gələrmiş İsfahandan, bu da gedərmiş onu ilə. Ondan sonra qalıb oxuyub, olub böyük müştəhidlərdən, müdərrislərdən ki, böyük müştəhidlərin müəllimləri olur sonradan. O deyir ki, atasından nə var dövlət qalır, hamısını Allah yolunda ehsan edir. Yəni, hamısından keçir, axırda deyir, özü üçün heç nə qalmır. Deyir, bir gün bu bazara gedir, bazardan 1 kilo kartof ya soğan alır. İndi qoca kişidir, çətinliklə aparırmış evə. Deyir, bu əlindən düşür, dağılır bunlar. Deyir, əyilir, başlayır yerdən yığmağa, yığa-yığa gülürmüş. Sonra bir tələbələrindən biri keçir, görür ki, bəli də ustad da yığır, gülür. Kömək edir, da ustad, burada gülməli nə var axı? Deyir, hə, o gülmək onun sondur ki, deyir, bir hadisə düşdü yadıma. Deyir, o cavanlığımda tələbə olan vaxtımda atamdan o qədər ki, var dövlət qalmışdı mənə. Bir gün Əli Əleyhisselamın hərəmində ziyarət edirdim. Əlimdə qiymətli bir təsbih var idi. Deyir, o təsbih qırıldı, ipdi, danələr dağıldı yerə. Deyir, gördüm, ərəb fəqir uşaqlar düşdülər, başladılar onu yığmağa. Deyir, heç məni maraqlandırmadı, o qədər ki, var dövlət. Deyir, indi heç də qalmayıb mənə, məcburam yerdən əylim, kartof sağanı yığım. Deyir, onun üçün güzürəm. İndi Allah rəhmət etsin, Allah Əhməd Ağa müəllimi rəhmət eləsin, Mirzə Əbdülkərim ağamın oğlu Əhməd Ağa müəllim. Yəni, atası Nəcəf alimlər ondan olub, özü də Azidə dərs deyən müəllim olub. Amma bir daxma, yəni fəqirana bir evdə yaşadı axıra qədər, ev indi də qalır. Bir onun xidmətçilərindən var Hacı Azər, yəni o xəstə olanda çox xidmət edib buna. Hacı Azər deyir ki, bir gəm dedim buna ki, ay müəllim, Hacı Azər imkanlı adamdır, Zərgər Ağubba deyərdilər, o Məkkədə vəfat elədi, qəbri də elə oradadır. Hacı Azər deyir ki, bir gün dedim ona ki, ay müəllim, qonaqlar gəlib gedir, yəni ev əşyalanıb da təzəliyək də, bu qədimidən, köhnədən qalmış, indi heç kimdə bu yoxdur. Dedi ki, o kimsə gəlir ki, nə bilim, əşyaya zada baxmağa diqqət eləmək, o gəlməsə yaxşıdır, elə qoy qalsın belə. Yəni, indi bu alimlər, yəni onun üçün bu Allahla bağlı bir kəslər, Şeyx Murtəza Ənsari daxma bir evdə yaşayırmış. Onun müqəllidlərindən biri Məkkəyə gedirmiş, küllü miqdarda pul qoyur yanında. Deyir, mən Məkkə ziyarətindən qayıdıb gələndə özünə layiq bir ev alarsa. Deyir, bu gedən kimi pulu Allah yolunda xərcləyir, keçir, özü üçün heç nə qalmır. Bu tacir qayıdıb gəlir, görür ki, yenə həmin köhnə ev. Deyir, bəs ev almadın? Deyir, mən elə bir ev aldım ki, əbədi ev olsun, həmişəlik ev olsun, behiş evlərindən olsun. İnşallah Allah Taala bizi də yəni elə bir alimlərdən, elə bir ruhanilərdən olmaqda müvəffəq eləsin inşallah. Yəni təşəkkür edirəm Hacı Sultana, məclisdə iştirak edən və həmçində Xəyala xanıma. Peyğəmbər Peyğəmbərə səlavat. Alimlərdən. Peki adını eşidərsin, həm İsfahanidən dərs alıb. Əbdəsən İsfahani. Həsən İsfahani. Düz deyirəm adını yazdım. Seyyid Əbdəsən.
qədim bir risaləsi də var onun məndə. Ondan da həsil alır. Allah əl-söhbət əmri rəhmət etsin. Allah Kürdahan. Ha, Kürdahan. Bir də sizə onlar danışın mənim üçün. Bir də sizə adam deyir, gelmişik onun yanına, onu ziyarət etməyə. Yəni bizim də burada belə alimlərimiz olub da. Danışır buradan danışırlar. Deyib ki, soruşur, mən imtihanı deyib, ağa necə verdin şeylə, Əbdüləsənə. Deyib ki, deyib, məni çağırdı imtihan eləməyə. Ha, açığı deyib, bir də əba götürdü. Dedi, bu həmin müştəydin əbasıdır. O mənə bağışlayıb, öz əbasını salıb çiynimə. Danışdı, necə olur? Dedi ki, imtihan bələndə götürdü, əsanı qoydu belə, mənə diyandı. Dedi, hələ bir bu cənazədir, bir də meyit namazı qılmına. Yoxlayıb, necə yoxlayacaq. Mən başladım. Ha, başlamamışdan qabaq, yəni ki, başladım deyir hələ, başladım. Niyə söhbət var? 4-cü təkbirə çatanda saxladım, ağa, niyyəti necə edim, qadın edim, yoxsa kişi. Deyərəm, bunu deyən ki, bu deyir, qalxdını sağladım, əbanı saldı çiynimə. Bu əba mənə sunma yadigar. Bizim ruhanilərimiz olurdaydı. Bu məclis doğrudan da bir dəyərli məclisdir ki, hərdən biri düşür adamın yadına, bir neçə kəlmə danışır yoluna. İndi bizim burada, mən elə biləm ki, belə sırayla olsun. Mən nə üçün ruhanilərdən qabağa keçmək mümkün deyil də. Bir Rahil vali general, bir üstü öldürdülər onu. Onun qohumu rəhmətə getmişdi. Bu zamanda bir nəfər mənə apardı ki, gedək mənə yaxındır, o meclisinə apardı. Mən də gəldim, general, hamısı generallardır burada. Giyiniblə, özü də general paltarında. Neysə, gəldi, oturdu, demək ki, sən meclisə apar, bizə baxma. Hamıda bir səsləri çıxmır. Hamı qulaq asırlar, səsin bir kəlmə içildi. Meclis tutardı, indi mən bunun yanında oturmuşam axı. İndi getmək istəyirik qəb üstünə, çıxanda da çıxırıq, yan-bayan çıxırıq, qapıya otur, mən dayandım. Dedim ki, cənab general, buyur, da generaldır da, baxdı mənə gülürsün, dedi ki, mən bu meclisin generalı sənsən, kes görüm, mən burada generaldır. Yəni, söhbət ondan gedir ki, bu qiymətdir də, diqqət adamın xatirəsinə bir qalır ki, bu saxlayıb, hörməti saxlayıb. Sonra mən dedim ki, buradakı sağ olsun, sizin, ona dedim, sağ olsun sizin zabitlər, qırın vurmurlar, amma o yüzden hepsi qulaq asırdılar, tərpənmirdilər mənə, mən hələ bir ki, heykəldirlər, necədir? Dedi, o mənim qorxumdan idi, onlar mənə baxırdı. Mən əgər danışsaydım, bir hamı danışsaydı. Görürlər, mən belə deyəm, deməli, belə lazımdır. Allah rəhmət eləsin onu. Hazır, buyur, Sirat, zəhmət keçirsən, keşlədəsən sən də. Mənim dostumun adı nə idi? Müştaba. Bir dənə oğlu Müştaba bizim dostumuz olur. Həmişə mənim yanıma gəlirdiniz onu, maraqlı insan idi. Onun ruhuna bir dənə salavat. Yadınıza gəlir. Ağır tanıyar, Nasir tanıyar. Qardaşı Tevfik Allah. Bəli, buyur. Bismillahirrahmanirrahim. Başlayama mehriban Allah'ın adıyla. Təşəkkür edirəm Aziz sizə. Çox sağ olun. Gözəl söhbətlərinizə görə, dəyərli fikirlərinizə görə bizi keçmişə apardınız. Həm də müasir vaxtda olan çox belə gözəl hadisələrdən, havalar da, xudlar da, alimlər də, burada ağsaqqallarımız da var. Allah hər birimizə ayrı-ayrı oldu. Can sağlığı versin inşallah. Xəyalə xanımın da Seyid, alim babasına Allah rəhmət eləsin. Bəli, biz həqiqətən də burada alimlərin adı çəkildi və insanı bugünkü gündə düşündürən məsələlərdən biri budur ki, çox vaxt sual verirlər, yəni bu da aktual bir mövzudur. Deyirlər, yaxşı, bu qədər İslamdakı elm var, alim məsələn var, Quranda ayələr var, hədislər var. Bəs niyə bugün sanki İslam elə bir inkişafdan dayanıb, qeyri-İslami ölkələr bugünkü gündə inkişafdadır? Bunun səbəbi nədir? Əlbəttə, bunun səbəbləri, bir çox səbəbləri var və bunun da cavabı sözsüz ki var və biz qeyd elədiyimiz kimi bizim alimlərimiz tarix boyu olub, oxuyublar, təhsil alıblar. Bugün də aramızda var oxumuş insanlar ki, bir çox İslam ölkələrində, xaricdə təhsil alıblar, məclisdə də elə var və bunun da deməli, nəticəsində biz görürük, onlar da gəlib bizə danışıblar ki, qədim universitet deyil də, indi mədrəsə sistemi olub, hovza olub, orada müxtəlif bölgələrlə bağlı adlar olub. Məsələn, Bakı cəmaatına Badikubilər deyiblər, Bakuyilər deyiblər, Naxçıvanilər olub, Ordubadilər olub, Şəkəvilər olub, elə deyil, Cəllabadilər və ilaxı Lənkəranilər. Yəni, biz görürük ki, bizdə olan İslam alimlərinin sayı həddən ziyadə çox olub. Maraqlandırır bugün bizləri ki, bəziləri ki, niyə görə İslam mütərəqqi din olaraq bu qədər mütərəqqidir, amma bugün inkişafdan qalır. Əlbəttə, bunun cavabı budur ki, İslamda alimlər yetişəndə
Avropada alimləri yandırıblar. Məsələn, Giordano Brunoni oda atanda İslamda tusilər var idi. İslamda böyük alimlər, bəddanilər vardı. Bugünkü gündə ayda olan kraterlərin adının biri Bəddanidir. Bəddani böyük İslam alimidir. Əbu Reyhan Əl-Birunilər olub, ondan sonra Bəhmən Yarrar olub, Nəsrəddin Tusi olub, İbn Sina olub. Avicenna uzun illər Avropada tədris olunub, çevrilib Avicenna olub. İbn Sina'nın Əl-Qanun Fittib kitabı. Çox maraqlıdır. İndi onlar alimlərin yandıranda İslamda alimlər yetişir. Yəni intibah dövrü olub, elmin intibah dövrü. Amma zaman keçəndən sonra bunlar düşünürlər ki, yəni əgər müsəlmanlar bu qədər elmə yiyələnsələr, bunlar çox şey deyə bilərlər. Hətta Napoleonun özü Misrə gələndə Quran ayəsi oxuyurlar. Ondan sonra tamam bunun fikri dəyişir ki, İslama qarşı əgər bunlar bu cürlə Qurandan yapışsalar, dünyanı fəth edərlər. Nə eləmək lazımdır? Bunları elmdən, Qurandan ayrı salmaq lazımdır. Nə qədər ayırsaz, o qədər xeyir edir. Buna görə bugünkü gündə biz baxıb görürük ki, İslamda, Quranda, Peyğəmbər hədislərində elmə, alimə bu qədər dəyər var. Amma əfsuslar olsun ki, deyilənə görə ki, niyə İslamı inkişaf edən? Bunun səbəbi budur ki, çünki İslamı inkişafdan saxlayırlar. Məsələn, o dövrdə İslam İspaniyaya qədər, Əndalosa qədər getdi, çıxdı. Bundan sonra düşündülər Avropada neynəsinlər ki, bu İslami müsəlmanları geriləsinlər. Və içki, fuhuş və qumar bir çox şeyləri saldılar ortalığa. Bu tarixdə qeydə düşüb də, yəni var mənbələrdə, arxivlərdə ki, ondan sonra artıq geriləmə başladı. Ondan sonra İslamın başladığı süqut etməsi. Amma indi əlbəttə bu alimlərin bərəkətindən bizim ölkəmizdə də, müxtəlif ölkələrdə yenə də İslam elmi, alimlər, mütərəqqi alimlər var ki, qardaşlar da qeyd elədiyi kimi onlar çalışırlar bu işlərin üzərində və sözsüz ki, bəli, ağanın cəddi, babası gəlib inşallah dünyanı islah edəcək, dünyanı yenə də o İslama edəcək, qaytaracaq. Allah Teala inşallah hər birimizə o günü nəsib eləsin. Allah bu alimə də, cəmi alimlərlə bir yerdə inşallah hamısına rəhmət eləsin, yerdə qalan sizləri də hacı var eləsin. Allah Teala xalqımızı, millətimizi, ölkəmizi, dinimizin rəhbəri Şeyxülislamı qorusun inşallah. Allah Teala nə inşallah arzu niyyətlərimiz var, bu süfrənin ətrafında Allah nə həyata keçirsin. Çox sağ olun. Çox sağ ol. Allah canını sağ olsun, Allah sənə var olsun. Mən bir dənə kiçik söz deyirəm, sözü verməklə. Çünki bu sözlər bizə lazımdır ya. Əzza, bülbülə Allah rəhmət etsin, oldu bülbülü. Burada qeyd olundu, iman, təqva, çox ibrətamiz bir məktəb görə qoya biləsən ki, bugün layiqincə orada bəhrələrinlər olsun. Deməli, Molla Bülbül o vaxt, Sovet vaxtı, Kərbəla Məşəd yolları bağlı olub. O ziyarətgahı hamısı bağlı olan. İlmi deyə bilmərəm mən. Mən də onu çox qeyb ziyarət. Beşil məzarı axından onlar bir təhsil almışdılar Bülbüllə. Onu gedib Təzəpirdə də roz oxuyurdu, vaiz ili güclü. Həm Göy Məksiddə bir partiya burada oldu. Sözü mənə bu gəlmir. Sovet vaxtı belə bir söz yayılmışdı. Bu çox ibrətamiz söhbətdir. Demişdilər ki, Bülbül Kərbəlaya gedib. Cəmaat ne danışırsınız? Yalan söhbətdir. Kərbəla yolları vardı daxil. Necə gediblər Kərbəlaya? Çıxırdım bayrağı, mənim yadıma gələni deyirəm, avtobusda cəmaat danışır, stansiyada. Ala Bülbül Kərbəlaya, ola bilməz, heç kim inanmır. Mən gəldim, məscidlər, yaşlılardan soruşdum, belə söz deyirlər, Bülbül dedilər, düz Sovet vaxtları, ilini bilmirəm. Dedi, deməli, bəlkə mən səhv edərəm, İskəndərovdur, İskəndərdir, nə də olan baş nazir kimi bir vəzifədə olur, böyük Sovet olur, söz bilərsiniz, yadımda onu saxlamışım. Deməli, bunun qorxulu vaxtlarda dindən, onlar kommunist olurlar, onun anası namaz qılan olur, getirəcək, anası. Deməli, anası rəhmətə gedəndə, deyib ki, mənim anam namaz qılan olur, Quran oxuyan olur. İstəyirəm ki, din də qadağandır. Bir də hələ molla olsun, heç olmasa savadlı olsun, anamın ruhu şad olsun. O dövrdə də savadlı molla yox idi, az gəlir. Onu da bir dənə tanış oldu, mən bir nəfəri tanıyıram, gedib Bülbülü götürür gəlir. Molla Bülbülü tapır götürür gəlir. Deyir ki, bəs sən apar məclisi. Bilirsiniz də, Bülbül adına layır, yəni adı Bülbüldür. Adına layır, güclü vaiz olun. Məndə kasetli səsi də var idi, özünü də qulaq asmışam. Çox natiq idi, belə natiq adam tək tapılar. Özü də hazır cavab idi. Neysə sözünü demək istəyirəm, güclü də Rozuxan idi. O oxuyanda daş duvar ağlayırdı.
Neyse sözüm budur da, bunu götür gəlirdi, bunlar komünist, komünist. Mənə bax, müminləri ağlatmayasandır da, dindarlar ağlayırlar, danışmamışlar, İmam Hüseyin adı çəkirsən ağlayır. İndi hünərin var, bu komünistləri ağlatır, durdursınlar. Deyir ki, bu Bülbül başladı, vaizliyini elədi, sözlərini dedi, taran kimi bir dağlı olsa. Nə qədər komünist var, hamısı hönkürtü ağlayır. Daşıyıcı ağladan adam bir diye, elə bir bunda avaz var. Hamısını ağlatdı. Deyir, qutardı meclis, söhbət buradadır. Çıxanda İskəndərov çıxdı qabağına. İskəndər Əlixanov. Həri, İskəndər Əlixanov. Çıxdı qabağına, dedi ki, sən ki mənim, çıxdı mı qırağa, sən ki mənim anamın meclisini belə təşkil edən. Ne ürəyin istə məndən? Lütfən mənə ev ver, verəcəkdi. Maşın ver, verəcəkdi. Ne bilim, dollar ver, verəcəkdi. Ne desəydi, ne desə yaptı. Bir dənə səndən xahişim var. Mən Kərbəlanı istəyirəm. İmam Hüseyni. Məni Kərbəlanı. Alınırsa göndər. Yox, alınmırsa heç istəmirəm, için gedirəm. İbdiyan, getdin Kərbəlanıya. Tapşırıq verib gedir. Və bizim belə alimlərimiz olur. Allah rəhmət eləsin. Allah ruhunu şad eləsin. İndi də sözümüz bizim Abbasqulu Bakıxanovun vilayetindən Əmircan kəndinə. Qardaşımız Hacı Rəhimdir. Allah bizi uzun ibarat etsin. Bismillahirrahmanirrahim. Teşekkür ederim ben de azı size doğrudan da biz öğretmenden sonra danışma çetindir. Rəyala xanıma teşekkür edirik. Allah rəhmət eləsin. Ustadımızı, gözəl elm əhli. Allah bütün dünyasını değişen alim, ulema, ruhanilərini rəhmət eləsin. Hədislərimizdə var, alim öldü, aləm öldü. Yəni, alimin yaşanması insanlığın, bəşəriyyətin xilaskarı olmalıdır. Bir yerdə elmsiz insanlar varsa, ora uçurma gelir. Amma elm əhli olsa, orada böyük nicat var. Allah rəhmət eləsin, bizim kəndin ruhanisi olub və yaxazı gözəl məktəblərə toxundu. Zaman olub ki, bugün də hələ şükürlər olsun ki, var ruhanilərlə məsləhətləşən. Zaman olub ki, Azərbaycanın tanınmış milyonçuları Hacı Zeynalabdin Tağıyev bizim kəndsi Abutura baxımla məsləhətləşir. Böyük bir alimlə, ustadla həmişə məsləhətləşib. Bu yaxında onun haqqında kino filmə başlayıb Abutura haqqında. Baxıram ki, görürəm nə qədər onun haqqında hadisələr var. Və eynən zamanda onu qeyd etmək istərdim ki, Allah hər birinizə can sağlığı versin. Elə bizim dönəm və bundan sonraki dönəmdə biz onu görə bilmirik. Qabaq tələbələr, ustad dəstəyəndə bir-birinin bəhsini oxuyanlar var ki, filan kəs oxuyur. Yəni, o bir gözəl bir məsələdir. Mən də oxuyayım, o mərhələyə çatım. Mirzə Abutura Axund da gözəl tələbələri olub. Allah rəhmət eləsin, Molla Əli kimi, Axund Hənfə kimi və digər şəxsiyyətləri yetişdirir. Və günlərin bir gün Axunda sual verirlər ki, ustad, bunlar hansı gözəl ustaddır, yetişdirilər, öyrəndilər, deyir, hərəsi öz aləmində gözəl bir alimdir, elm əhlidir. Yəni, onları biri-birindən ayırmaq olmaz. Hərənin bayaq qeyd elədiyi xətiblikdə, istər şərii məsələdə, istər Quran elmində, hərənin öz üslubu var ki, o üslubla insanlara çatdırsınlar. Onun üçün alimlərimiz bugünkü gündə, yəni bayaq hazır qeyd elədi, o çetin dönəmlərdə, o ruhanilərimiz bizi dinin gözəlliklərini öyrənib, insanlığa, bəşəriyyətə çatdırıblar. Bugün həmd olsun Allaha, bu cürlə gözəl bir dönəmdə insanlığa, bəşəriyyəti xilas etmək üçün, yəni böyük, gözəl alimlərin xüsusi elmlərinə daha çox ehtiyac var. Allah rəhmət eləsin bütün alimlərimizi. Allah sizlərə can sağlığı versin ki, elə bil ki, burada həm insan ruhi bir qida aldı, həm də insanlar, hər bir insanın üzərində bir nuraniyyət var. O nurdan da gözəl bir səmərəli istifadə edir. Allah bu məqamımızı cənnətdə bərqərarlasın. Allah Teala zamanı imamın zuhur eləsin, onun xidmətçilərindən bizi qərar versin. Gözəl alimimizin ruhunu zamanı imamına bağışlasın. Səlavat. Açarsan, bir neçə kəlmə sən də. Buyurun, Allah hamımızdan razı olsun. Təşəkkür İndi bunlar təbərrükdür da. Hacı Rəhim qeyd elədi, Mirzə Məhəmməd Hənifə Axundoğlu. Siz bu tarixlər bilirsiniz. Məhəmməd Hənifə Axund 37-ci ildə gəliblər ona aparmağa. 37-dən 37-nin qurbanlarına olub Cəbir Həndəsə elmini çox mükəmməl edilmiş. Gəliblər aparmağa, icazə və kürşət namazı. Bir zabit olub, bir şofir olub, maşını sürən, bir də əskər olub. Bu şofiri Bülbülə kəndindən olub. Deyib zabitə ki, bu ulus zabitinə, deyib ki, bu hara qaçsıyarınızdan, qoyub neyin eləməsin.
Xülasə, birinci rükət başlayıb niyyə tərif namazını qılır. O da yalvarıb Allaha gedib ikinci rükətdən mənə çıxarmayın. İkinci rükətin ikinci səzdəsində qalxmayın. Bu zabit altındakı stolu itəlib qırağa, bu deyib deyəsən bizi məsxərə edik də, bunlar üstündə. Ayağı ilə vurub, çəkməsi ilə vurub, axund gedib çıxmayan evin içində. Yoxlayıblar, görürlər ki, öldü. Deyib ki, bu çox müqəddəs adamdır. Bu kimdirsə, öz tanışlığı ilə qoymadı bunu, biz ona nəsə eləyik. Yazın ora ki, biz ona güllə vurduq. Gecə ilə ona aparırlar, yuyublar, dəfin-kəfin əlində cürlə. Yəni bu cürlə şəxs. Niyə görə? Allah çünki alemi sevir. Bir şəxs və ya siz çox gözəl qeyd elədiniz, bir şəxs əgər Allahın dinini, Allahın kitabını. Məsələn, rivayətdə var ki, Peyğəmbərlə Əli əleyhissalam yol gedir, gördü bir nəfər Quran oxuyur. Dedi, alim, oxudu, Quranın özünə xeyri yoxdur. Elədir. Misalən. Müharibələrin birində gezirdi, gördü kafirlərin, müşriklərin, ölülərin arasında da o Quran oxuyur. Məsələn, alim var ki, onu öz cəhənnəmə aparır ki, öz əməli. Alim var ki, o elə bir şey ixtira edib ki, onu bəlaya aparır. Alim də var ki, misalən, bu cürlə seyyid kimi alimlər, sizi kimi alimlər, burada əyləşənlər kimi. Siz bu günləri gör, nə qədər insanlar sizlərdən bəhrə. Biz özümüz sizin qabağınızda bölmüşük, hələ də öyrənirik Allahın köməyi. Allah ona görə bu ocaqdan, xüsusən bu ocağın banisi olan seyyidimizə Allah rəhmət eləsin. Allah onun ruhunu, seyyidin ruhunu hamımızın üzərində duaçı qərar versin. Allah onun ailəsinə can sağlığı. Salamatlı nazarsan, salavat olsun. Allah bizim həcr asını, rəhmət olsun, Allah razı olsun. Mən insan idi. O başlı mənsun, söhbət o qəhrəman o olub. O dövrdə Molla Rasimdən başqa bir adam dindarlıq edə bilməyib Bakı ətraf kəndində. Kirpiyə vurdular, işdən çıxartdılar, söydülər, döydülər. Bu çox çətinlikdir. Deyir ki, tezə mollalıq eləyirdim, cavan idim. Gəldim şəhərdə bir məclisə, Sovet vaxtı hamı kommunistdir. Gəldim, mənə aparmışlar, orada molla kimi. Gördüm, Bülbül gəldi, olmuş söhbət, bunu da özü danışın mən üçün. Bülbül gəldi, oturdu, alim elə alim deyib, oturan kimi də cavan molla, maşallah. Qur'an'da oxuyucusan, yasını da. Mən heç nə eləmirsən. Sovet dövrü qorxulu idi meclis aparmayı. Fatihədir. Mən kim əgər birdən sual versə, suala mən cavab üçün dinin əleyhinə suallar verildirlərlə konur. Yox, verməsələrdə mən də oturacam sənin yanında. Sən bu şeylərə bayına. Deyir ki, gəldi, meclis başladı, qorxmayın. Bir nəfər əlini qaldırdı, dedi ki, mənim bir dənə sualım var. Dedim ki, xub, buyur, adı deyil sənətli. Bülbüldə belə əvvəl adamın adını soruşdu, sonra sənətini. Dedi ki, adım filan kəs, sənətini müəlliməm, biologiyamə. Xub, sualım. Deyirsiniz ki, Quranda yazılıb ki, insanlar öləcək. Çürümüş sümüklər necə diriləcək? Bir də onun başında inanmırdı ki. Deyir, o da xub. Birinci sənin sənətin, biologi. 15 dağı biologiyadan danışdı. Hələ şeylər danışdı ki, o müəllim bilmir onları. Heyrətlə baxır. Biologiyadır. Bir sən alimi görək, çatdırasan da. Qutarandan sonra deyir, bu sənin elmin, sahəm. İndi ikinci sual Quranda yazılır. Üzeyir Peyğəmbərin əhvalını danışdı ki, 100 il yatır, uzun qulaq orada gəlir, uzun qulağını bağlayır, yatır, 100 il yatır. Onu danışır ha, onun sunağı bələnçiylə. Deyir, 100 ildən sonra ayılır, görür ki, uzun qulağı yoxdur, ipi qalıb. Heyvanlar parçalayıblar da, heyvan 100 il alır, qulaq qalır. Ancaq o səbətin içində ənciri, mənneyi, qulaq qalıb hamısı. Ona göstərir, Allah istəsin, xərəb olmayın, qulaq qalıb. Deyir ki, ilahi, mənim uzun qulağım haradadır, uzun qulağım? Deyir ki, nida gəlirmir ki, çağır uzun qulağımı gəlsin. Deyir ki, Üzeyir Peyğəmbər deyir, ya eyyuhəl himar, iləyyə. Ey mənim uzun qulağım, yəni imarım, gəl mənə yaxın. Deyir, gördü ki, o ağacın dibindən bir dənə sümük gəldi, bir dənə bu ağacın dibindən sümük, bir dənə o tərəfdən bir dənə sümük, skelet başladı yığılmaya, qabırğalar filan, qulağın yavaş-yavaş ətə cana gəldi, dəriyə, o adamı deyir, bu çuğa, Bülbül belə deyir. Deyir, cana gələndən sonra başladı anqırmaya. Ey mənə sual verən müəllim, deyirsən, sənin ölün ağa bu eşkəcə nə olun bizə qalır? Dedim ki, dedim ki, bir dənə ağlamalı söz danışdım, bir dənə də əhvalımız şadır. Sağ ol. Şeyh Hüseyin, buyur. Buyur. Allah əcr versin, Allah rəhmət Allah salamat olsun. O da alimin içərisində mən də danışım, maşallah, maşallah. Buyur, buyur. Şeyximiz danışmış deyil, kənddən.
ən qızı ilə özünü qoy xoş olsun, qoy deyim də. Buyurur ki, alim öldü, dünya öldü. Və həmçin buyurur ki, mədadül üləma əhsənə min dəmi şühəda. Allah bu alimləri qəliq rəhmət eyləsin. Bunlar Sovetin o qırğın mərkəzində yaşayıblar, yaşadıqlar. İslami bir neylə qovuruyublar, saxlayıblar. Babalarımız, Allah rəhmət eyləsin, Sibirəyəcən, hətta mənim bir babam Molla Sədullah Nargin adasına ecən aparıb, onun ayağını betonlamışlar. Suya atılan yerdə onu çıxartmışlar ki, o da tanışlarımın əlaqədir. Bayaq Bülbülə kəndindən danışdılar. Mən elə bu yaxınlar Əmircan kəndindən qayıtlar dedilər ki, bilirsən biz Nəcəfdə oxuyan vaxtımızdır. Orada bir alim vardı, Əli Qərəbi. İndi oğlu Əli Əsqər Qərəbi Tehranda professordur, böyük alimlərdən. O özü elə xilədir, yəni ki, Əmircandandır. Ki, o deyirdi ki, Allah atası da onun Molla Sədullah olub, onun atası da nəsə Nəfxuda olub. Yəni ki, o xilə kəndində. Ki, o da böyük bir alimlərdəndir. Onu da Səddam Hüseyin məlun, o vaxt ki, Ayətullah Seyyid Sədrini güllələdilər. Sədrin adamları dedilər ki, bizim müraciət edədiyimiz alim Əli Qərəbi olsun. Şeyx Əli Qərəbi yapışdılar, Şeyx Əli Qərəbini. Onu da evində terror edib, Allah lənətə gəlmiş Səddam Hüseyin. Onu da orada şəhid edildilər. Allah bütün alimləri qəliq rəhmət eyləsin. Onlar ki, bu cürünə mübarizə aparıblar, İslamı yayıblar, İslamı qoyublar, İslamı özül atıblar. Onların yəqin ki, əməlləri bihuda qalmayacaq. Biz də onların bir kölgələriyik ki, indi onlardan bəhrəmənd olarıq, olmuşuq. Ya ne desə, Allah bu alim, ustad, Seydin də ruhunu şad eyləsin. Ruhları bizlərə duaçı olsa, rəbbəs olar inşallah. Və Hacı qardaşım da o dedi ki, ya alimləri işıqlandırmaq gözəl təşəbbüsdür, ləbbeyik deyirəm, inşallah bu işinizdir. Çox sağ olun, təşəkkür ederim. Salamatlıqla, salamatlıqla. Mən belə bir qərara gəldim ki, deyir o, Allahın 4 dənə yığıncı adıdır, Hacıların 4 dənə yığıncı adıdan xoşu gəlir. Birinci Qur'an məclisidir, ikinci şəriət məsələləridir, üçüncü Əli Əleyhisselamın methi, dördüncü İmam Hüseynin matəmi. İndi bizim burada gözəl mehdahlarımız var. Hacı Ağıl da buradadır, Hacı Nasır da buradadır. İndi özümüz razılar şu birinci kim başlayacaq ki, ya öz aramızda. Mən də Hacı Nasırdan da xahiş edirəm, əgər mənim ustadım söhbətin oxuduğu zehnində varsa əzbərində bilmirəm, amma bilirəm ki, onu oxuyurdu. Bəh-bəh nə deyim, şükür Xudanın kərəminə. Burada bir, yadında varsa, olmasa, burada bir bəndi var, deyirdi ki, cahil qala bir kəs necə insafə rəvadır. Cahil qalanın hər işin əqsanı xətadır. Aləmdə işıq, alimin elmi ilə, alim icad edib, öz başına işıq yaramayıb. Aləmdə işıq, alimin elmi ilə ziyadır. Həm rahi hidayətdə qalanlar üzəm. Biz alimlərdən danışırız. Bu çox mükəmməl bir nüqtədir. Bunu yazamsa kimdir? Şaki. Hacı Qəzbək səndə var, bu bilmirəm. Şaki. Şaki də taparsınız onu, var. Orada var, mən vermişəm. Gör nə deyir? Deyir ki, aləmdə işıq alimin elmi ilə ziyadır, həm rahi hidayətdə qalanlar üləmadır. Bilsən nə deyir burada bu? Deyir, ola bilər ki, hələ adam olsun, alim olmasın. Alim kimdir? Amma hidayət yolundadır, əhlibəyt yolundadır, haq yolu seçib, haq yol. O elə özü də üləmadır. Ki, nə üçün alim nədir? Bilik. Ona elə biligi var ki, ağıllıdır ki, haq yoldadır, yanıb əhlibəyt. Həm rahi hidayətdə qalanlar üləmadır. Tənbih qılan bunları məhbubi xudadır. Yatanı oyadan, başa salan Allahın dostudur. Ya Allah, Hacı Nasır. Rahmanirrahim, Ya Rahmanu, Ya Rahim. Dodağın halına ey yar, giriftar oldum. Dodağın halına ey yar, giriftar oldum. O xumar gözləri seyretmədən
bimar oldum. Gitti elden karar, çaldı mən el-haq təbili. Mən də mənsur kimi dar xiridar oldum. Saldı bir o canıma dilberi canana qəmi. Kişirin canı doyup şöhre-i bazar oldum. Gece gündüz üzümem meykede kapların açın. Mescidi medreseden mən dahi bizar oldum. Soyunuyum zöhdriya camesine ahır giydim. Koca Arif giyinen hırganı huşyar oldum. Yaman incitti benim vaiz-i şer'in öyüdü. Rindi sermesteden ahırdayım. Medetkar oldum. El çekün, eşk ile büthaneni bir yad eleyin. Men ki meyhane bütün görmede bidar oldum. Hellal müşülat. Yüzün görmek temennasın bu aşık sübişam eyler. Yüzün görmek temennasın bu aşık sübişam eyler. Temennayı gülü bülbül vazehdir müdam eyler. Galeptir ey melek nismet güle bu arızı aluyun. Melahat gülde zay oldu veli sende devayam eyler. Nikabet soyun eğer yüzden görünse tağ-ı ebruyin. Döner mihrab-ı mebeddeyen sana secde imam eyler. Bu nazilen eğer bir dem huram etsem gümanım var. Kıyamunna yan senin türfe kıyametler kıyam eyler. Tekellüm kıl ayan olsun deminden möcüzi İsa'yam. Lebin ecazi çün raci yemen yuhyil izam eyler. Ya emir-el müminin heyder. Çok sağ ol. Hacı sen bir beş akşam okudu. Yalnız. Ey dadmayan zemane ra eşk şerbetin. Ey dadmayan zemane ra eşk şerbetin. Bes ağzubun haçan bilirsen söyle lezzetin. Hele bilmir. Ged rahat ol seninle bizim yoktu karımız. Koy biz çekey bu badiyenin bağlı mühnetin. Biz hazinim emaneti eşk ki kirdigar. Senduk sinemizde koyuldur emanetin. Eşk olmasaydı olmaz idi hüsn-ü müştehir. Hüsn olmasaydı eşk yitirmişti şöhretin. Eşk idi kim halilini hifzetti nareden. Söndürdü bir hitab ile narın hararetin. Eşk idi Yusuf'u yeleyen şöhre-i cihan. Eşk idi artıran o Züleyha mehabbeti. Eşkin revacı hüsn iledir, hüsnün eşk ilem.
Eşkin revaci hüsnüne dünyür hüsnün. Eşk ile bizden soruş bu tovhelerin kadri kıymetin. Üst tut Necef diyarına tap dürlü vehdeti. Bundan sevayı men nasım yar söhbetin. Ey dil bu hale getti seni bade-i filan. İnkar kılma pir muğanın inayetin. Seyyid bir özger remzi göründü bu nezmiden. Hal ehlinin bu nezmi füzun etti haletin. Emir el-müminin eyde. Ne üzr istirap koy, 5 kelime. Bizim alimlerin huzurunda ben de bir hayati öz aile çerçevesinde baş veren bir söhbeti əhvalatı atamdan eşittiğimi istirap diyeyim sizlere. Gibi din adamlarına çok böyle məhəbbəti olan adam diyor. Allah Mir Abdülxalıq ağamın dilindən düşmürdü. Bilenler bilir ki, mənim atam 31 il vəzifədə işləyir. Vəzifəsi də ondan ibarət olur ki, Mərdəkanda Qəsəbə Sovetinin sədri olub 26 il. Bunda Şahan Mərdəkan ikisi bir qəsəbə gedirdi, bir Sovetdə. Sonra 5 ildə Əzizbəy oranın üzrə Nasalnişek oldu, Nasalnişek. 5 il işlədi, orada günlərin bir günü gəldi ki, ərzəmi yazmışam, çıxıram. Anamdır rəhmətli, mən soruşduq, əşi, nə üçün? Dedi, əşi, sonra deyərəm. Bir xeyli müddət işdən çıxdı. Sən də bu 2 dəfə ərzə yazıb, Necəf o qol çəkməyib ki, ged işimi işlə. 3-cü yazanda görüb, daha gündə bir dənə ərzə gəlirdi, böyle daha çıxırsan çıxırlar. Yazıb qol çəkib çıxıb. Nə çıxdım? 12 dənə mavini vardı. Birinin adı Tahir'di, birinin adı Vahid. Dedi, gördüm mavinlərin yeri daxı biraz. Qəliz yerdir. Gördüm ki, bunlar deyir ki, dağıtmaq istəyirlər. Axırda hamına mən qol çəkirəm də. Sənə də mən qol çəkmirsən, bu ilə işi yetmir. Ona görə ərzəmi yazdım, çıxsın, qoy geçsinlər işlərini görsün. O belə bir adamdır. Demək, Mir Abdülxalıq Axund Həci bunun dilindən düşməsi. Neçə illərdən Mir Abdülxalıq 79-cu ildə rəhmət edir. Bizə demirdi. Sən demə, demək, işdən çıxandan sonra ki, pensiyaya çıxmışdı, bizim üçün, mənim üçün sonra danışırdıqlar. Dedim, nə tərif edirsən bu ağanıya? Mən də istəyər, bir o yox ha, indi də çox adamların yaşlı neslin dilində Mir Abdülxalıq ağa adlandı. Allah rəhmət edir. Dedi ki, Allah'tan gizlində ki, səndən nə gizlində? Hindi komünist dedi, məsələ getdi, nədir? Fakirət var cibində bunu, rəhbər işləyir. Deyir ki, Məhərrəmlikdə diyana bilmirdim, istəyirdim gedim Mir Abdülxalıq ağaya qulaq asım, qorxuram özümdən. Səhər balaca bir şey oldu, qutardı da. Zəng eləyirdim, deyir, Maştağanın Qəsəbə Sovetinin sədrinə. Deyirdim, bizim üçün bir dənə yer düzəldi orada. Biz ağanı eşidəyik, amma bizi görən olmasın. Bu da bir də gülməli əhvalatdır. Dəfələrlə getdik, deyir. Oturub qulaq asırdıq, sonra orada o Rus demişə, Çornuxod vardı, oradan da bizi o Kənd-Soveti, kim olub o vaxtı bilmirəm, Allah rəhmət eləsin, kömək edirdi, çıxıb gəlirdik. O vaxt o çox təhlükəli bir iş idi, hər adam üçün, xüsusən partbileti olan üçün. Mənim adamın bir xalası oğlu vardı, adı Adildir, Yusuf var deyə bizim əvvəzi, onun əmisi. Allah rəhmət eylesin. O Şuvalanda olurdu. Onun evi Şuvalanda idi, özü də Fin davasında onun bir ayağı getmişdi, protez, ayağı da protez deyil. Hacı, iyi bir sən adamdır da, daha belə başqa, atamla da zarafatı vardı. Bir gün gördüm bu xaltur eliydi vağzada, balaca Zaporoj maşını vardı. Gördüm, hara geliyorsun yana, bize deyir. Dedim Meçidə. Bax, güldü deyir, bu vaxtı getdi gülməkdən, ha, indi bir daha bakalım hələ. Nə var Meçidə? Dedim ona, Azam Meçidə, dedim, həri, otur maşını gedək bizi ilə. Dedi, hələ, yox, hələ, işimiz gücü tutarım, mənim Meçidə nə işim var? Dedim ki, ara gel gedək. Dedi, yox. Ne üçün? Dedim, mən ağlaya bilmirəm. Dedi, buna ara gel ki, Meçidə girdi, ağlamalısan da. Dedim, mən ağlaya bilmirəm. Dedim, səni hələ adamın yanına aparıram ki, uşaq kimi ağlayacaqsan burada. Bunun gücünü allatdım, oturtdum maşına. Meçid adam da öyle, bu əhli keyfin biriydi.
Yaxşı adamdır, amma pis deyildi. Getdik deyir, yenə zəng elədim Kənd ki, gəlirik, o bizim yerimizi hazırladı, getdik oturduq deyir, bizi görən yoxdur burada, Axund başladı söhbət etməyə. Mənim atam heç nədən ağlayırdı ya. Bir də Seyid Əzim burada misrada belə deyir, tökürdü gözünü yaşını. Biz heç. Bir də baxdım, gördüm deyir, and olsun Allah, bu Adilin sinəsi uzun, yaşlıca getirir. Sinəsi uzun, əl ağlayır, hönkür ağlayır. Gözlədi, yer məclis qısardı, ağa söhbətin qısardı. Çıxdıq dibarə, gəlirik, bu danışmır, o ilə gezirdi belənçinə, ayağı protezdə axır. Dedim, ağa, xalam oğlu, necə gördün? Dedi, daha o zarafatları vardı da, o da bir əntiqə söz dedi, mənə deyir, hamı güldü. Deyir, siz elə bəlası ki, şümrün özünü ağladarsın. Oturduk, maşına çıxdıq, gəldik. Şimdi, insanın istəgi olar. İnsanın istəgi olsa, bu partbiletlə deməsini yenə bilirsin. Şimdi o qədər adamlar çıxır ki, mən baxıram, yəni siz də baxırsınız, adam diyana bilmir, adam istəyir dərdini bir adama desin. Ağzına gələn danışanların sayı hesabı yoxdur. Çoxdur. Gəlsin otursun, adamlar görsün burada söhbət necə olar, sonra hörmət necə olar, İzzət, ədəb, ərkan məclisi necə olar. Ona görə bir şey düşdü, yadıma onu deyim, oturam, deyir ki, bu hədisi Cənab-ı Peyğəmbər verdi əshab-ı cannisara xəbər. Kim ki bir mümini qıla xəndan, olur əhli behişti cavidan. Mümini xas rücüşada gərək, sözünün ləzzəti ziyadə gərək. Sağ olun. Allah sən bağışlayın mənim əndəşim. Allah ləzzətli oldu ya, bizim ürəyimiz cəndir. Sağ olun. Onu kəndindən gəlmişim. Mənim burada yoldaşlar gəlir, məşədləri yoxdur. Əlbəttə bizim kəndimizin yazısı, publisist Məmməd Əli müəllimə iştirak edir. Görürsünüz, onun zəhmət olur. Yəni bizim kəndimiz alimlər kəndi olur, bilirsiniz kimi. Yəni ki, bizə məlum olan 4-cü, 18-ci əsrin axırlarının 9-cu əvvəllər, əsrin əvvəllərində yaşayan alimlərimiz olur. Şeyx Əli Ağa, Mirzə Məmməd, Şeyx Əli Hüseyin, Şeyx Əli Məmməd. Yəni ki, alimlər kəndi olurlar. Ona görə də mən istəyirəm burada bizim dəyərli qonağımız iştirak edir. Məmməd Ağa müəllim, yazsın. Siz bilirsiniz. Allah kimi, onun icazə versəz. Yox, mən sabah məsələ verdim, aparıcı o beyganın işi çətin şeydir. Mən bir nəfərə əgər ədaletsizlik olacaq, məndən inciyəcək. Estağfurullah, yox. 5 kəlmə də olsa söz Allah var eləsin. Hər Allahın adı ilə başlayır. Belə Ülama Məclisində mənim üçün danışmaq doğrudan da cəsarət tələb etmiş. Mən icazənizlə Hacı Soltan qardaşımın 2007-ci ildə Hökməldə mənim bir kitabım vardı, təqdimat. Tilbiz yayınında həmin o təqdimat çəkilirdi. Hökməlinin İftixarı bir qələm adlı kitabı. O kitabın təqdimatında şəxsən siz iştirak edək. Mən indi bu qardaşların yanında yenə də mən sizə təşəkkür edirəm. Mən də oradaydım. O cümlədən də mən Hacı Yaqil qardaşıma dönə-dönə təşəkkür edirəm ki, Qobunun məclislərində çox olur. Özü də onu söz xiridarı kimi Qobu əhli, məclis əhli, sözə qiymət verən o şəxslər böyük hörmətlə dinlədilər. Böyük hörmətlə dinlədilər. Mən Hacı Aqil qardaşımla sinədəftər doğrudan da belə axırı, çeşmə kimi axır. Mən ondan xahiş elədim ki, bir məclisdir. Özü də imam məclisi, imam ehsanı idi. Dedim, yaxınlaşdım, görüşdük. Dedim, bəs bizim Məcid Məcruh adlı tek şairimiz olur. Sonra Güzdəydən Abdullah Qəmgin olur. Hökməldən də bir qələm olur. Hacı, onlardan nə bilirsiniz? Dedi, sözün düzü, indi mən yadındadır. Mən ona söz verdim, orada məclis əhlinin yanında. Dedim, məndə o 2 dənə kitab öz qələmə aldım. Hökməlinin İftixarı bir qələm kitabı və hər gülün bir ətri var kitabı. Mən onu sizə çatdıracağım. Sonra indi bu qardaşların da yanında xahiş edirəm ki, həmin o
hökməliyəm, üzdəyəm. Oraya gələndə o şairləri əgər yad eləsəz, nə qədər böyük savab. İnşallah. Belə bir, icazənlə belə bir söz deyim. Hüseyn Arif adlı xalq şairimiz olub. İndi hamımız tanıyırıq. Onun bir bəndini demək istəyirəm, icazənlə. Deyir ki, ata yurdumuzdan ilham almasa, zaman ağac kimi qurudar bizi. Bugün babaları yada salmasa, Şeyh Əhməd baba kimi. Sabah da nəvələr unudar bizi. Mən Günəş xanıma, Xəyala xanıma, mən ona Zərbaşın bir bacı qardaş kimi deyirəm ki, Xəyal xanım, çoxdan tanıyıram, yoldaşına da böyük hörmətim var, qolda da olub, bizim evdə də məclisdə olub. Deyirəm, Xəyala xanım, Günəş, aləmlərin günəşi, kainatı işıqlandıran kimi, siz də Abşeron günəşisiniz. Siz də Abşeronda o lazım olan, siz də Abşeronda lazım olan, unudulan, Günəşin arxasıcan gedən insan. Bəli, bəli. Mən ona təşəkkür edirəm. Bir bacımdır. Ona görə də keçmişi nə deyir? Deyir ki, o laq şairi Abdullah Qafurun belə bir mütübük misalı var. Deyir, keçmişinə tapancayla ateş atsın, gələcək sahib topar. Ona görə də belə bir məclisin, belə bir gözəldir. Bax, maddi neymətlərdir burada. Heç kim gözünün ucu ilə də baxmır. Amma kimsə danışanda ona elə diqqətlə qulaq asırlar ki, deməli bu mənəviyyət məclisidir. Bayaq Kərbəlayı Əlfin danışdı qardaşımız. İcazə verin qovunu 4 alimindən qısa hamının haqqında yox. Yəni məclis indi axarı ilə gedir. Hamımızda sözün acıyıq, təşnəsiyik. Şeyx Əbdülseyin Hacı Məmməd Rızo Qobudandır. Kürdaxanıdan Şeyx Əbdülqasimlə bir yerdə Kərbəlada, eyni yerdə bir tacirin evində kiraymışın qalıblar. İş elə gətirib ki, həmin o Kürdaxanlı Əbdülqasimlə Qoblu Əbdülseyin tələbədirlər də orada. Onlar həmin o tacirin qızını olublar bacaraq. Sonra gəliblər Bakıya, aydın məsələdir. İş elə gətirib ki, o Şeyx Əbdülseyin, Şeyx Əbdülqasim rəhmətə gedir. Rəhmətə gedəndə vəsiyyət edib ki, ağsaqqallara, mən tələbə yoldaşım Kərbəlada. Məndən sonra onu gətirin. O sizdə axındır. Onsuz da Qobuda 4 axın var. 4 nəsə varlığı var. Həmin o axınlığı Şeyx Əbdülseyin həmin o Kürdaxanıda yerinə yedir. Özdə böyük hörmət sahibi olub. Ondan sonra Şeyx Əli Məhəmməd Hacı Ağışınoğlu Bakıda Univermağa gedən yolda bir məscid var. Qasım Məclisi. Qasım bəy məscidi. Həmin şəxs o anamın əmsi olur. Həmin şəxs orada axında olur. Özdə cavan yaşında dünyasını dəyişir. 15 yaşında, 35 yaşında. Ondan sonra Şeyx Əli Ağa, Hacı Zərbəli olur. Özü də onun həyatından bir misal vermək istəyirəm. 1953-cü ildə Misirin baş naziri, prezidenti Camal Əbdülnasir SSR-yə gəlir. SSR-dən də məsləhət biliblər ki, müsəlman respublikalarından biri kimi Azərbaycana. Onu müşahidə ediblər, gəliblər bura. O protokol qaydalarıyla deyib ki, mənə bir Quran-ı Kərimi dini mükəmməl bilən bir nəfərlə axundan tanış edir. Təzəvvür məscidinin axundu idi Şeyx Əli Ağa.
Aparıblar onun yanına. Bilirlər ki, bu həmin o xaricdən gələn naziri protokol qaydaları var da, aydın məsələdir. Orada 5 dəqiqə, 3 dəqiqə danışmaq planlaşdırıb. İş elə gətirib ki, həmin Camal Əbdülnasir prezident oyla protokoldan da 2-3 dəfə artıq danışıb və çıxanda deyib ki, sağ olsun, halal olsun belə. Sizin bunlar haqqında çoxlu dünyasını dəyişənlərə Allah rəhmət eləsin. İlhamam məclisində iştirak edənməyimə görə arzu olsun. Sağ olsun. Mən bunu ömrümə yazılan bir tarixi gün kimi bilirəm. Allah canını sağ olsun. Çox sağ olun. Allah canını sağ olsun. Bizim köməyiniz. Burada 2 nəfərimiz qalıb. Eldan var. Gözləyirəm artıq. Buyur, haber düşün. Yaxşı sözlər var. Yaxşı, biz burada danışırıq. Dindarlar, vətənsever insanlar elmdən danışır. Ancaq elm adamları sözdən danışmır. Söz belə iş görmürsünüz. Kör olmaq lazım, kar olmaq lazımdır. Görməməyə özünü qoymuşsan görməyə, o insanlardan danışır. Mən belə hesab edirəm, elə dinlərim bu din elmdir. Quran-ı Kərim var. Və bu işlərdən çox Sovetin vaxtında çox uzaq idi. İşim belə idi ki, yaşam elə. Hocam yadıma düşür bu meçidi qalada açanda şunası, onlar sən gələdi mənə, bir də elə mənim sənin dostum var, Abdullayev adına dinlə bağlı, Xəlilov idi. Qurban Xəlilov idi. Onun da oğlunla dostsan. Şimdi mobil yok idi. Bağ evində sürdüm maşını düz olaraq, saat 9 idi elə o Abdullayev, yaxşı kişiydi, Allah onu rəhmət eləsin. Danışdım, dedim, meçidi açması 3 hafta olur. Prokuror gəldi yanıma. Ya bu meçidi açdım. Birinci mənim, özüm indiyəcə onu fərq edirəm ki, mən bu meçidin açılışında. Qaldı ki, sözlə bağlı, bizim Azərbaycanda özə çox böyük imkan verir və sözlə danışır. Ancaq söz əsasdır. Söz olmasaydı, həyat olmazdı. Söz ana, ata, baba, axır ki kömək elədi. Yadımdan çıxmır. Bizim evimizə nənəmin dayısı oğlu Əliyağa Vahid gələrdi. Qəzəl özü vuran idi. Deyirdi, İsmail, alır əlindən cibində, qaynakı var idi. Deyirdi ki, mən bunu içməsən yazı bilmərəm. O dövran çox pis dövrandır. Millət, hindində əfsuslar olsun, mənim taksirım yoxdur ki, mən Rus dilində çox yaxşı danışıram, Ukrayna dilində danışıram, İngiliz dilində danışıram. Ana dilində nəvə mənə güzel şey deyir. Deyir ki, baba sən bunu düzdür mən. Ancaq mən indi sözlərə baxdım bu günləri. Çox böyük bir durum. Mən hiss elədim ki, 76 yaşım var da. Bəs, kəndimdə qayıdırlar. Hacı Sultan da burada söz çıxışı elə diyor. Çox adamlar güneşin dalıcan gelir, arkasıcan gelir. Ancaq Hacı Sultan bizi bütün meclisdə adı olan meclisə mən xəbər verməyəndə incirəm adamlardan ki, Nurhan dəvətdə. Alim. Çox böyük şəxsiyyət. Allah əhli. Biz olma kəndimizin. Bizim bütün kəndlərin, bir var ki, bir kənddən danışsın. Bu bütün Azərbaycandan danışır. Bir də mətləbə keçirəm. Qədir. Çox danışır. Bilirəm ki, çox danışır. İnsan yorulur. Və başqaları da yorulur. Mən burada qulaq astım və qərara gəldim ki, mən bir dərginin baş redaktor təsisçisiyim. O dərgi indi biraz zəif çıxır. Həftədə tamam. Jurnal hazırdır. Gözlədir dururdu. Ayda
İndi 4 aylık, 3 aylık. Buna göre yollar bağlanır. Türk dünyasıyla bağlı problemler var. Problemler yoktur ancak iş peynir yukarıda. Aşağı yattan çıkır. Aşağı, ulan dünya aşağı bizik. Biz bu devletin esas fundamentidir. Din de bizim büyük bayrağımızdır. Evet. Ben çok adamları tanıyorum. Bir daha bunu al. Esas bu Kazakistan'da Türk dünyasında o Hüseyin var, bir Hüseyin Mehmet, Mufti. Bunlarda Kazakistan'da 7 tane mufti var. Sonra vazifeler var. Bizde Allah şükür. Allah şükürün böyle bana kömeği oldu. O 30 yıl bundan qabaq jurnal birinci nömrəsində jurnalda xeyir dua veren kimi Bəhbət ona zəng elədi Türkmenistan'a evler jurnal bırakır. Beynəlxalq jurnal olacak. Sen ona xeyir dua ver. Sen o verir. Ondan sonra bütün yollar bu sahada açıldı. Bilirsiniz, biz şimdi özümüzle kömək eləmeliyiz birbirimize. Ne manada? Pul zarflar boş boş. Yani durmak lazım. Birbirimizin yanında durmalısınız. Bir ben çok xoşbaxtım. Çok sevindim ki Ayva xanımın çok minnətdaram. Çok her bir şey meclislerle görüşürük. Çatdırıram özümü. Gidirəm yüksekte olur. Ancak siz bir olursunuz. Bir Sumqayıt olsunuz, bir Navdaran olsunuz, bir lap Azerbaycanlı ben buraya gelirdim. Kusara gelmiş ya bu Süllülerle de tanışmış. Derbent'te bir gün içinde bayram olup Sünnüler Azerbaycanlıların meşhur Cümə meçidi var, bir de Miraşun var. Miraşun benim dostumdur, bunlar da bana xətrimi istəyir. Ben bir siyaset oynattım. Dedim ki, ben isterim ki size de mükafat verin. Kızıl Dürekler. Dedik, necə? Bugün 2 saat, 3 saatdə ben bunu həll eləməliyəm, uçmalıyam. Gitmeliyim, mağazaya oynadım, uçmalıyım. Birinci kime vereceksiniz? Cümle meçinde dedi ki, hayır, birinci benim olarak, özümden geleceğim olarak. Ve geldi. Geldi bir yerde o adı Arif'ti. Bence de öyle. Arif işte büyük şahsı. Ona verdi. Oradan geldi Cuma meçidine. Ancak oraya gelirdi, buradan beni de geldi. Bak ben onu gördüm. Şimdi ben gücüm çarpmıyor. Gücünüz çarpmayandır, değiliz. Bir şey bilmeyen de örgendir. Ben hesap veriyorum, iş yaşta değil. İş başta. Baş işte böyle. Başta da birisi de bura terbeden kadındır. Allah çok sağ ol. Allah sağ ol. Salavat işte. Allah söz verdiğine göre belə məclisdə iştirak etmək həm şərəfdir, həm də insandan böyük məsuliyyətlə də bilir. Çocuk tanınmış bu alimlərin, qiyarların qarşısında söz demək çox ciddi məsələdir. Mən əvvəlcədən digər iştirakçılar kimi Məralə xanıma, onun həyat yoldaşına bildirirəm. Bu cür məclis təşkil edib insanları bir yerə cəm etmək özü böyük savab işdir. İkinci Əvəz Sultan qardaşıma təşəkkür edirəm ki, məclisi çox güzel idarə elədi. Öz değerli söhbətləri ilə bizim bilmədiyimiz şeyləri bizə öyrətdi. Həm də o ikinci cəhətdən böyük savab qazanır ki, öz üstadlarını bilir, burada zikr elədi, hansı bir onları, məsələn şəxsən mən özüm ondan tanımırdım və ondan çox şey öyrəndim. Üçüncü iştirakçılara təşəkkür edirəm ki, bir yerə yığışıb, bir yerə cəm olub, bir-birinlə ünsiyyətə girərlər və savab qazanırlar. Bugünkü məclisin səbəbkarı Ustad Seyid Əhməd ağaya Allahdan rəhmət diləyirəm ki, onun sayəsində, onun adına olan bu məclisdə biz toplaşmışıq. Şübhəsiz ki, burada qazanılan bütün savablar o kişinin əməl dəftərinə yazılır. İnsan öləndən sonra da eşitdiyimə görə əməl dəftəri açıq qalır. Savablar, günahlar da eyni zamanda oraya gelir. Bu Seyid Əhməd ağa, Allah ona bir də deyirəm, rəhmət eləsin, yağın gözündən sonra böyük söhbətlər qoyub, hikmətlər qoyub, hansı ki ondan indiki insanlar da faydalanırlar.
Amma hikmətli sözlər tək seyidlərdən, ulamalardan qalır. Həm adi insanlardan da görürsən ki, hikmətli sözlər çıxır. Mən özüm atamdan eşitdiyim bir söhbəti istəyirəm sizə deyim. Mənim atam 55 il müəllim işləyib və bir məktəbdə, iki məktəbdə işləyirəm. Allah ona nəzarət edəsin. O mənə deyir ki, bir dəfə ki, səhər duram işə gedim, kənd məhkəmində işləyirdik, piyada gedirdik. Yolda, məktəb yolda bizim məscidin yanından keçib gəlir. O məsələlə bağlı idi, bir də asılmamışdı məsciddə. Bizim kənddə bir nəfər kef əhlindən vardı. Bir gördüm bu içib, özü də lap uzadım məscidin yanında bədənisinə görə. Baxdım ki, adı Bədirəddindir, amma onlar baba deyirdi. Kənd Əhmədidə. Dedim, ay baba, burada niyə uzanmırsan? İçmirsən, dur ged evində uzan yine. İstəyirsən uşaqlardan bir içsin, qoşum səni girsin, qolu aparsın. Bəs burada uşaqlar keçir gəlir, sənə baxıb nə öyrənəcəklər, pis yola çəkirlər. Dedim, müəllim, sən bilmirsən, mən özüm burada uzanmışam ki, uşaqlar görsün mənim halımı içkiyə nifrət eləsinlər. Bu qeyri-adi bir sözdür. O sözü mən atamdan tutdum, gördüm doğrudan da həqiqət var bunun sözündə. Baxmayaq ki, o, məsələn, keyfəsidir. Bəli, deyir ki, xoşa gəlməz olsunlar. O cəmaat nifrət eləsin xoşa gəlməz olsun. Mən nə hala düşüncəm, mənim yolumu getməsinlər. Yəni ki, dediyim odur ki, elə adamlardan da elə hikmətli sözlər ki, onu gündüz etiqarla da axtarsın, məsələn, o tababilməsin, işləməsin. Mən bir daha təşəkkür edirəm Xəyalə xanıma və sizlər digər iştirakçılar ki, belə bir məclisdə bir yerdə toplaşdıq. Kimsə kimdən nəsə öyrəndi, nəsə savab qazandı, hamısı cəm şəkildə ağanın ruhuna, ağanın əməl dəftərinə qeyd olundu. Sağ olun. Hətta onu deyim, bər verəcəm sözü. Hətta onu deyim ki, daha iş belə götürüb gəlib, tefsir alimi olub, Qazi Beyzavi, qısa diyəcəmlə, sizin sözünüzə qüvvət deyir. O, Quranı tərcümə edib o dövründə. Sonra da Atmazadla olub, aparıb ki, bu dövrün şahının yanına. Yolda deyir ki, görüb şərbət satan bir cavan oğlan var. Gəlib bundan şərbət alıb içməyə, cavan oğlan 13-14 belə yaşı olan. Alıb, oğlan tanıyıb bunu, Qazi Beyzavi. Deyib bunu ki, hara götürürsünüz, xeyr olar, deyib ki, biz Quranı tərcümə eləmişəm, çox maraqlı sözdür. Quranı tərcümə eləmişəm, aparım şaha verim təhvil. Bundan bir ən amancı idi, yəni iki zəhmətçi. Uşaq dedi, baxdı, deyib ona, dedi ki, bəyəmsən, həm surəsini tərcümə eləməmişsən, İyyəkə nə'budu və İyyəkə nəstəini tərcümə eləməmişsən, deyib, yandım. Yəni ki, uşaq deməsi ki, o İyyəkə nə'budu və İyyəkə nəstəini də andız bilirsin, yalnız sənə ibadət edir, yalnız səndən ki, onu eləməmişsən, deyir ki, dərs verdi mənə, bu deyirəm. Öz kitabında yazıb ki, o boyda Quranı tərcümə edib qutardım. Ancaq yolda su satan 14 yaşında uşaq mənə yol göstərdi, getmədim uşağa tərəfdə, etdim, dala getdim. Yəni, siz deyən ki, həqiqətən hər bir kəsdə bir hikmət var. Buyurun, Məddar, bir neçə gəlmədə siz buyurun. Ey qələm bir namə yav, sərxəddi bismillah olayam. Cümləyə aşıqlər həqiqət sirrinə agah olayam. Aşık-ı savdı ki derdi mehnete ürcah olam. Çare yoldur Kerbela sevdalı bir seyyah olam. İnşallah her iki dünyada hoşbahtır o kim. Niyeti deşti belavda teşneler bir şah olam. Penditen avli ebani zikrede gan yaş ilem. Penditen avli ebani zikrede gan yaş ilem. Nâlevü feryad duası nohesi eyvah olam. Ey gelem bir navme yaz serxetti bismillah olayam. Dil veren şeşkuşa qəbrəm, şehcehatı keşfeder. Kurtarar can korkusundan, tüm hayatı keşfederim. Üst tutup elmi Hüseyin'e marifet dersin geçer. Hem tevekkül öğrener, sabrı sebatı keşfeder. Alemi imkana uymaz, vadi vehdet gezer. Her iki dünya için
vahid nicati keşfederim. Ey gelem bir nav meyaz, serhetti bismillahirrahmanirrahim. Allah ecir versin. Salavat Mehmet salavat zikri. Buyursun, ben söz bilmirəm. Böyle hoş danışılan, hoş qəsidədən sonra vaxtı qənaət edilmə danışmaq istəyirəm. Allah razı olsun. İstəmir heç kimin sözündə kim qalıb buyursa. Ürəyində iki adakı bir neçə kəlmə. Bismillahirrahmanirrahim. Allahın adıyla danışıram. Elm böyük bir tacdır ki, ilahi eşqin nəzəriyyəsidir. Əgər biz imana sarılsaq, yer və göy yola qərb olasaq. Allah yerimizə bərəkət versin, hamının da məclisinə bərəkət versin. Şeyxi də qəlbi rəhmət eləsin. Çox sağ olun, təşəkkür. Deməli, bir dənə hacı qalır da, hamısı axşırır. Seyyid-i Zalımcı ahırı ki, Seyyid əslində qayda belə ki, sözü birinci Seyyidə verərlər. Azdan sonra iş gəldi, belə götürdü ki, mən də fikirləşdim ki, bu kiçik adamdır. Ev sahibi. Ev sahibi budur da, çox sağ olun, təşəkkürü eləmədiyi ruhanları ki, çəkdidir da onun da. Buyursun. Həm də Şah İsmail'in neslindən. Bismillahirrahmanirrahim. Bütün küllü kainatı yaradıbdır özü Allah. Bütün küllü kainatı yaradıbdır özü Allah. Əzəl bizə baş veribdir, sonra əqli gözü Allah. Canı salamat olana qismət edib azı Allah. Fəsillərə tac veribdir hər birində yazı Allah. Dünya minnəxış xalıdır, asları biz, üzü Allah. Nanəciblə cüt əyləşib bir qurtumsu içmə aman. Ürək sözün yada deyər, sir söyləyib açma aman. Yaxşıları pisdən ayır, pisi pisdən seçmə aman. Bir insanla çörək kəsdin, ayaqlayıb geçmə aman. Daim müqəddəs eyləyib çörək ilə duzu Allah. Əyrilərdən uzaq dolan, düz əhlinə hörmət elə. Oğlu olanlar saylar, qız əhlinə hörmət elə. Ocaq müqəddəs yaranıb, köz əhlinə hörmət elə. Sənətkara hörmət olub, söz əhlinə hörmət elə. Hər şeydən qiymətlidir bu dünyada sözü Allah. Mən kərəməm, and isirəm, ərş üzündə durana mən. Peyğəmbər tək əhləyalın dinə qurban verənə mən. Fatimə kimi müqəddəsə, Əli kimi piranə mən. Ey insanlar, əl basıram, düz 30 cüz Qur'ana mən. Dünya halala çıxmasa bağışlamaz bizi Allah. Allah bizi bağışlasın. Rəsman deyirdi ki, iqtida dilimdə olub Bismillah, sığınmışam, ol Xudaya gəlmişəm. Mənim əzbərimdə la fətə illa, bel bağlayıb mürtəzaya gəlmişəm. Çəkilib məddimiz doğru ərkana, əbəs düşməmişəm mən bu cihana. Qulluq eyləmişəm şah-ı mərdana, bel bağlayıb mürtəzaya gəlmişəm. Peyğəmbər nə lazım gətirmədilər, sən onun əmrinə gəl düzəl hələ. Növrəsdə imanam olmuşam belə, yön çevirib Kərbəlaya gəlmişəm. Allah bizi dünya və axirət Quran və Əhl-i Beytdən ayırsın. Mən hər birinizə təşəkkür edirəm. Burada Eldar müəllim bir söz işlətdi. Mənim yadıma 2003-cü ildə Həzrət Ali konferansı düşdü. Mən o vaxtı bir mövzu vermişlər. İndi mənim ədəbim yox vermədi. Mən adətən ədəbiyyata çox meyliyəm. Baxmayaq ki, mən APİyə 87-ci ildə kimya biologiya təmayülü bitəndən sonra verdim. Kimyadan 4 aldım, ədəbiyyatdan gəldim. Azərbaycan gündən günə güzəlləşir. O vaxtda Süleyman Rüstəmin vətənimin seyrinə çağırılan elləri hörmət görmək istəyən Azərbaycana gəlsin. Bəzənib başdan başa şəhərləri, kəndləri cənnət görmək istəyən Azərbaycana gəlsin. Bu cür bir sərbəst mövzu yazırdım. Nəyəsə konkursa düşdükdə belə. Bundan işim yox və o vaxtlar yəni ədəbiyyata mənim olan meylimdən danışıram. Mövzular vermişlər Həzrət Əli şairlərin qələmində. Gördüm Hacı Sultan Ağa da onu yazır. Mən bundan imtina elədim. Dedim, yaxşı deyil də, bu kişi yazırsa, deməli, hamısını əhatə edəcək. Mən Həzrət Əli və ibadət mövzusunu seçdim. Və hazırda da şeirlərin, icazıların o konferansda verildi. Orada bir doktor Cavad heyət var, rəhmətli akademik Rasulullah Mədəliyev ona söz verəndə. Dedim, mən Həzrət Əlinin fəzilətlərin əhli təsənnü güzgüsündə yazmışım. Çünki Əlidən mən danışsam, elə bir özümüzü tərif edirik.
Görək bu Əliyə müxalif olanlar Əlidən nə danışır və o barədə danışdı. Özü də Vasif Məmmədəli hər 15 dəqiqə reklam dəqiqəsi verirdi. Ona dedi ki, sənə ehtiyac yoxdur da, nə qədər istəsin ki. Orada Vasif Məmmədəliyə bir söz işlədi. Hidayət Orucovdu orada oturmuşdu, dövlət müşaviri idi o vaxt, mənim yadımdadır. Mən yəni netdən baxdım oraya, iştirak edə bilməm, səhhətimlə əlaqəli gedə bilməm oraya. Orada Füzulinin beyitlərin gəldi. Mənə Xalib o şərtindən verib hüsnü qoftarı, ki Mövla gülşənində bülbül dəstan sara olsun. Cah alsın innəmə bağındakı güllərdən ilhamı, sapa inci güzərkən dövlü bəhri hər əta olsun. Gəda təkunmaram paşüzbəsindən bir kəsin, amma könül istər əlinin asitanında gəda olsun. Dilim varmaz əliydən qeyri bir sultanı mət etsin, budur arzum ki, mənduhum əliyə mürtəz olsun. Hidayət Orucunu belə çevirib dedat edəmir. Bunu Füzuli yazıb dedilər, Füzulini bizatilə heç kimi tanıdıqlar. Bir Füzuli Nizaminin yetişdirməsidir. O Nizami ki, deyirdi ki, düşüncəli, hünərli, qəlbi azad olan kəs din qəmin çəkər ancaq, dünya qəmini çəkməsin. İstəsən ki, bu dünya daim məskənin olsun, dini Nizamiyyədir, dünya qoy sənin olsun. 72 millət ki var, əli buradan boş yer. Eldar müəllimin sözünə gətirdim. Biz yəni dövlətə, dövlətçiliyə bağlı adamlarıq. Göydə Allahın, yerdə dövlətin qanunu həmişə tabi olmuşuq. Bu dini qurumlar, yəni bu din adamları. İnanın buna, din camiyyəsi. 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti Ali Başkomandan sərəncam verildi, Nəsiminin 650 illiyinə. O Nəsiminin 650 illiyinə 3 dənə mən tədbirdə iştirak elədim. Bir dənə tədbiri Allah şifasını versin, filologiya üzrə fəlsəfə doktoru Mirzə Vərəqa almasın. Bu kişini də çağırdı, dedi, bu 40 dəqiqə Hacı Sultanov orada danışdı, Nəsimidən danışdı. Məsciddə də keçirdi, məsciddə dindarlar üçün, klubda dünyavi insanlar üçün də belə deyək. İkincini mən keçirdim, Hacı Rauf qardaşım da gəlmişdi, orada ancaq o seçilmiş alimləri ilmişdilər, rəhmətli Dilavər Əzimov idi, sonra bizim Zəngilan rayonunun akademiyada işləyən Baba Məhərrəmli idi, Dilçilik İnstitutunda. Bunları dəvət eləmişdim. Alimləri də Hacı Gillərdə sağ olsun orada. Məclisi də Mirzə Vərəqa apardı, Sona Xəyal apardı, Hacı Sultanov apardı. Yəni orada alimlər idi də. O məclisi mən aparandan sonra Mirzənin xanımı dedi ki, qardaş adamın dədəsi ölür, dədəsinə eysən vermir. Bu nədir? Dedim, mən bu ölkənin vətəndaşıyamsa, əgər ölkə başçısı da sərəncam verib Nəsiminin yəni 650 illiyinə biz bunu keçirtməliyik. Və orada bir dənə də eysanat dedik. Üçüncünü Hacı Sultanov Qafqaz Müsəlmanlar Ruhani İdarəsinin adından sizlər də hamısı əli ayağında verdi onu. Yaxşı, üçündə. Kitab da qoyduq ortaya. Yaxşı, heç kəsin də dünyası ilə işimiz yoxdur. And ola Allah, heç kəsin mən dünyasına qarışmıyorum. Çünki mənim rəhmətli atamın bir sözü var. Heç kəsin, Allah ölənlərinizi rəhmət. Deyirdi oğlum, heç kəsin əqidəsi ilə işin yoxdur. Hər kəsin əqidəsi özünə müqəddəsdir. Sözüdür, qəbul eləyən də Allah dədəsinə rəhmət eləsin, eləməyənlər. Amma Fikrət Qoca bir dəfə bir yaxşı söz işlədi. Dedi, dinin bəşəriyyətə verdiyin, heç bir elm bəşəriyyətə verməyib və verə də bilməz. Sual elədilər, niyə? Dedi, ona görə ki, hər bir insan ölümə məhkumdur. Kullu mən əleyhə ən. Bütün yaranmışlar fanidir. Və yabqa vəchü Rabbikə zülcəlal və likram. İkram və cəlal sahibi olan Allaha kim ümid olsa, Allah onu əbədi saxlayacaq. Hər bir insan dünyasını dəyişəndə gələn dura bir kəlməyə gəlir. Allah rəhmət eləsin, deyir, Allah sənin də ölümə rəhmət eləsin. Başqa elmlərdə dedi, bu yoxdur. Biz bundan niyə narahatıq ki? Və axır sözüm bu olsun ki, Aqil Abbasdır da, səhv eləməsən Milli Məclisin deputatım. Sovetlər dönəmində dedi ki, Ağdamda parad keçirilirdi. Paradda deyir, gəldi, Axunda dedilər, Axund dedi ki, siz bunu eləməyin də, bu aşuranı keçirtməyin. Deyir, dedim, səhər bura bir dünya insanlar gələcək, hamısının da qəlbi Allaha bağlıdır. Sən paradı 2 saat çək qabağa, saat 10-a cəmaat töküləcək, sən 8-də gecir. 8-dən 10-a qədər sənin paradın olsun, ondan sonra qoy dinin paradı olsun da. Yəni, bunları tarix boyu saxlayıblar və özü də dedi, mən 44 günlük müharibədə gördüm, əksər insanlar alnına yazıb, ya Rəsulullah, ya Hüseyin, ya Abbas, ya Zəhra, ya Əli, bunlar qorxulu bir şeylərdir ki, qardaş, bizim hamımız bu dinə, amma Eldar müəllim kimi adamlardan, ruhani kimi yox, ədəbiyyatçı kimi yox, bir Azərbaycan vətəndaşı kimi xahişimdir ki, yəni, bunlar yazsınlar ki, yəni bu dindarlar, bu ruhanilər, bu qədər ki, bu dövlətə, millətə, vətənə xidmət edir, başqaları bunu eləmir. Bizə də o cürdə, mən həqiqətən narahat olum. Mən 56 yaşım var. Olsun, haqqınızda hiç konuşmuyor. Yox, indi baxın, sözüm budur ki, yəni nəyə gətirirəm bunu? Görürsən, bəzi adamlar var, o
gün and olarlar İmam Həsən Əskəri əleyhissalamın bir dənə mövluduydu da Rəbiüstanı ayının 8-də. Mövluduydu, orada götürdüm yazdım ki, bayramınız müsəlman əziz bayramınız mübarək əziz müsəlmanlar. Gördüm altından 3-4 dənə elə sözlər yazılır ki, and olarlar özüm üçün pozdum orada. Yəni ayrı söz yazmamışam var. Siz ərəbin nə bilim imamına niyə tabi olursunuz? Belə lazımsız söhbətlər. Yəni bu nöqteyi nəzərdən mənim xahişim odur ki, yəni qələm sahibləri, biz onların əlini öpürük. İmam Musa Kazım əleyhissalam buyurur ki, hər bir şeyin zəkat var, elmin də zəkatı, ona başqalarını öyrətməkdir. İndi dərgiləri var, yazıları var, amma yenə deyirəm, el bir olsa zərbi kərən sındırar. Yəni ona görə hamımız birik. Bizim Azərbaycanın dövlət bayrağında həm müstəqilliyimiz var, həm türkçülüyümüz var, həm də dinimiz var. Biz bundan niyə narahat olmalıyıq ki? Bu 5 ildir mən elə bir şəhid məclisi yoxdur ki, oraya getməyim. Özləri umum var, ha ki, niyə gəlmirsən? Ona görə də biz xidmət edirik, vəzifəmizdir və bu dövlətin, din dövlətdən ayrı olsa da, dində də dövlətin bir nümayəndəsidir. Mən 50 təqaüd aldım dövlətdən. Eyni zamanda da il yarım orada xidmət eləmişəm, ikinci müharibədə də gedə bilməmişəm, təqaüdümü 2 ay köçürmüşəm ora. Böyle mən Zəngilana gedirəm, Zəngilanın üzarçı bir motor edirəm. Orada mənim cəbhə yoldaşlarım şəhid olublar, xalam oğlu orada var, kirvam oğlu orada var. Biz gedirik onları ziyarət edirik, yana ruhlarına dualar oxuyuruq. Allah bizi dünya və ahirət dinimizdən, milli mənəvi dəyərlərimizdən ayrı salmasın. Nizamimizin 880 illiyinə prezident sərəncam verib, dindarlar qabaqda gedir. Aşıq Ələskərin 200 illiyinə, mən Əhli Beyt Aşıqı qədəriz ki, 14 dənə şeirin orada mən şərh eləmişəm. Sidq ilə tutmuşam, çağırıram səni Xeybərin qalasını alan yəri, hər kim ayrırsa yarı yarından elə tacı taxın talan yəri. Aslan olub Miraç yolunda yatan, Əbu Cəhdin daşın havaya atan, xurma lifəsi ilə barmağın çatan Ağdevi zindana salan yəli. Ələskərə nişan verən almanı, İslam edən qəmbər ilə salmanı, Musiyə öyrədən turra kəlməni, Cəbrailə ustad olan yəli. Bir bətdə 5 dənə Həzrət Əlinin epitetin biri. Onların mən hamısını şərh eləmişim. Yəni, nəzərin nədir, niyyətin nədir? Yəni, biz bu dinə qulluq eləyə-eləyə vətənə də qulluq eləyirik, millətə də qulluq eləyirik, dövlətə də qulluq eləyirik, milli mənəvi dəyərlərimizlə yaşadırıq. Allah Seyyid Əhməd Ağaya qərib rəhmət eləsin, ruhun şad eləsin. Mən çox zövq aldım, yəni həqiqətən neçə dəfə Xəyra xanım çağırı gələ bilmirəm. Allah şahiddir ki, təkəbbürlük, lovğalıq məndən kənardır, səhətim imkan vermir, böyündə bu çətinliklə burada əyləşmişəm. Biraz müalicə zad alıram. Allah öz ağzına günahlarımızı töysün, abr həyamızı əlimizdən almasın. Allah bizi dünya və ahirət Peyğəmbər və Əhliyyət beytinin qarşısında xəcalətli qoymasın ki, Peyğəmbər bizə iki amalət qoydu, Quran və Əhli beyt. Allah bunlardan qabağa da bizi salmasın, geri də qoymasın. Onun ardınca gedənlərdən qərar versin. Diqqət sizə görə təşəkkür edirəm. Xəyala bacıya da minnətdarlıq edirəm ki, belə bir məclisdə mən sizin kimi böyük bir alimləri gördüm, Eldar müəllimi gördüm, müəllimi gördüm mütəlikdən. Allah sizə var eləsin, çox təşəkkür edirəm. Allah sizi qorusun. Minnətdaram. Sağ ol. Çox sağ ol, var ol. Hacının salamatı, əhməti də oradandır, böyüdür, salamatdır. Özü də qazıdır, Allah vücudunu meybələr. Salamatına bir salamat çekin. Allahümme salli ala Muhammed ve ali. Bismillahirrahmanirrahim. Allahümme barik aleyna ve etfa anna belaya. Ya Rauf lebbeyk, şu'a lebbeyk, varham lebbeyk, ve annallâhe yeb'asuna fi kubur. Sallallahu ala khayr halqih Muhammedin ve alihi ecma'in. Ve selleme teslimen kesiren kesiren kesira. Daimen abeda. Ya Erhamer Rahimin. Allahümme salli ala Muhammed ve ali